Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahumme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Ötən söhbətdə tamamlaya bilmədik, qeyd elədik ki, istiğasə barəsində, imamlardan kömək istəmək barəsində Şiə qardaşlarımızın ki, bəzi zehinlərində şübhələr var. O şübhələri dəf eləmək üçün dedik ki, hədisləri oxuyacağıq. İki söhbət elədik. Bu da demiş, söz vermişdim ki, üçüncü söhbətdəki tamamlamaq məqsədi ilə onların ardınca gətirək ki, ta hədislər naqis olmasına bilək ki, müxtəlif sahələrdə müxtəlif formalı hədislər var ki, məcmuəsindən hamısının yekun nəticəsində bunu alırıq ki, imamdan bir şey istəməyin problem yoxdur. Bu şərtlə ki, biləsən ki, imamın özündən heç nəyi yoxdur. Hər nəyi var, hamısı Allahdandır. Elmi, qüdrəti hamısı Allahdandır. Allah verir və istədiyi vaxt alar və imam da ona etiraz eləyə bilməz. Bu əqidə insanın başında olandan sonra ki, imamın özündən heç nəyi yoxdur. Hər nə veribsə Allah ona verib, ondan sonra imamdan bir şey istəməyin heç bir problemi yoxdur. Bu silsilədə cürbəcür formada hədislər oxuyurdu. Gəldi çatdı bu yerə ki, İmam Hüseyin əleyhissalamın hacət istəmək ki, ən bəzən şübhə budur ki, ged Allahdan niyə İmam Hüseyndən istəyirsən? Hətta şiələr bunu deyir ki, zehnə gəlir ki, məsələn desəm, ya İmam Hüseyin, mənə pul verin, mənə uşaq verin, mənə xəstəmə şəfa ver, mən müşrik olmuşam ki, Allahın yerinə qoymuşam. Amma oxuyacağım da görəcək ki, imam deyir ki, imamdan istəkinə. Demir Allahdan istə, imamdan istəkinə. Rivayət Kafidə 4-cü cild səhifə 587-də, nəysə filan kəsdən An Əbi Abdullah aleyhissalam, İmam Sadiq aleyhissalam qal: İza əradtə ziyarətəl Hüseyn aleyhissalam fəzurhu. Buna qeyd edeyim ki, İmam Hüseyn aleyhissalamın ziyarəti həddən artıq təkid olunub. Baxmayaraq yenə deyirəm, Peyğəmbər hamıdan üstündür. Amma Peyğəmbərin ziyarətinə belə İmam Hüseyn aleyhissalamın ziyarəti qədər təkid olunmayıb. O demək deyil ki, İmam Hüseyn aleyhissalamın ziyarətinə bu qədər fəzilət deyilib, o Peyğəmbərdən üstündür. Yox, tamam başqa bir şeydir. Sanki imamların bir proqramı var idi ki, İmam Hüseyin əleyhissalamın ziyarəti diri qaldıqca şiəni diri saxlayacaq. Niyə? Nə səbəbə? O fikir verək bir dənə. Hətta, məsələn, misal deyək, İmam Hüseyin əleyhissalamın qətli ilə belə əlaqəsi olmayan bir yerdir ki, həmən gündə İmam Hüseyni ziyarət elə. Məsələn, deyək, orucluq bayramı. İmam Hüseyin əleyhissalamın diri yolunda da orucluq bayramı var idi. Qurban bayramı onda da vardı. Peyğəmbərin vaxtında da qurban bayramı, orucluq bayramı vardı. Fitir bayramından Eydül-Adha, Eydül-Fıtr. Həmənki gündə İmam Hüseynin ziyarəti xüsusi bir ziyarəti vardı ki, həmən gündə İmam Hüseynin ziyarət elə. Qurban bayramında ziyarət elə, orucluq bayramında ziyarət elə, Qədirxumda ziyarət elə, filan yerdə ziyarət elə, filan şəhadətdə. Bütün matəm və sevincli və kədərli günlərimiz hamısında İmam Hüseynin ziyarət elə. Niyə? Sanki Əhl-i Beyt əleyhissalam demək istəyib ki, bu sevinc, bu kədər hamısı İmam Hüseynin bərəkətindən, onun qanun hesabındadır. Əgər İmam Hüseyin əleyhissalam mübarək və pak qanı tökülməsəydi Kərbəla'dan, nə bayram qalacaqdı, nə kədər qalacaqdı, hamısı gedəcəkdi. Bəni Ümeyyə hamısını sivir aparacaqdı, hamısının kökünü qaşıyacaqdı. Bayramımız da, sevincimiz də, kədərimiz də hamısı o mübarək qanun hesabındadır. Ona görə bütün sevincimiz də, kədərimiz də bağlanır İmam Hüseyin əleyhissalamın ziyarətinə ki, ondan ayrılmıyor. Odur, İslamı diri saxlayır. Nəysə. Xülasə Həzrət buyurur ki, elə ki, Cəddin İmam Hüseyin əleyhissalamı ziyarət elədin. İza ərədtə ziyarətəl Hüseyin əleyhissalam fəzurhu. Ziyarət elə. Necə ziyarət elə? Və əntə həzinun. Kədərli formada, məkrubun, qüssəli halda, şu'thun, müğəbbərun, başı bədəni torpaqlı halda, tozlu halda, cai'un ətşan. Ac halda, susuz halda bizim kimi yox. Keyf içində yeyəcək, gedə yox. İmamların tövsiyəsi budur ki, Kərbəlada ət yeməyin, Kərbəlada yaxşı şeylər yeməyin. Hansız Atozun qəbri üstə gedəndə yeyib içə gedirsiniz. Niyə mənim atamın üstə gedib yeyib içirsiniz? Təzuruna xeyrullah əllə təzuru. Gedib ziyarət edirsiniz, ziyarət etməsi öz ondan yaxşıdır. İmam buyurur. Ağa niyə deyir ki, gedirsiniz, kefə gedirsiniz elə biz. Mənim babamın üstə niyə kefə edirsiniz? Ona görə də bəzi alimlər, köhnə kişilərdən var, indi bəziləri deyirlər ki, Kərbəlada ət yemirlər, qatıqdan, süddən belə şeylər yeyirlər. Deyirlər ki, hədis qadağan eləyib. Düzdür, haram deyil, amma kərahəti vardı. Nəysə, Həzrət buyurur ki, cəddimi ziyarət eləsin. Tozlu torpaqlı halda, az, susuz halda ziyarət elə. Bizə lazım budur. Və səlhul həvaic. Səlhu, yəni İmam Hüseyin əleyhissalam. İmam deyə bilərdi ki, səlillahə indəhul həvaic. Bu cümləni qura bilmir, ərəbdir də bilmir cümləni necə qurmaq lazımdır. Sözüm o qardaşlara ki, etiraz edir ki, niyə imamdan istəyirsən, elə Allahdan istə. İmam əleyhissalam cümləni bu cür qura bilərdi. Ged Cəddi İmam Hüseynin ziyarət elə filan formada və dur qəbrinin yanında Allahdan istə. Deyə bilər, deyə bilməzdi. Bunu deyə bildiyi halda demir Allahdan istə. Deyir, səlhul həvaic, hacətləri İmam Hüseyndən istə. Səlhul həvaic.
Və Sarifəni və orada çox qalma, çıx get. Yəni Kərbəlada qalmağı məsləhət görməyib imamlar. Ziyarət elədin, çıx gəl. Çünki qaldıqca Kərbəla adiləşir. Qalmadıqca o qəm, o qüssə elə bir insan içində qalır. İstəməyiblər ki, Kərbəla adi şəhərə dönsün. Ona görə də ki, ziyarət elədikdə çox qalmayın. 2-3 gün, 3 gün çıxın gedin. Qalmayın orada. Və la təttəxizu vətənən. Kərbəlanın özü də vətən seçmiyor. Kərbəla qoy elə Kərbəla olaraq qalsın, vətən olaraq qalmasın. Həmişə o qəm qüssə canlansın. Amma oranın özü vətən seçəndən sonra sən üçün adiləşəcək o şəhər. Ona görə Əhl-i Beyt əleyhissalam tövsiyə ediblər ki, Kərbəlanı vətən seçməyək. Bəli. Başqa bir rivayətdə deyir ki, yenə İmam Hüseyin əleyhissalam üzərində fəlyəqif ində rəsəl Hüseyin əleyhissalam və liyəqul. Deyir ki, dursun İmam Hüseyin əleyhissalam başı üstündə və belə desin o qəbrin baş tərəfində. Ya Əba Abdillah, əşhədu ennəkə təşhədu məqami və təsmə'u kəlami və ennəkə həyyun ində Rabbikə turzaq fəsəl Rabbəkə və Rabbi fi qada həvaici fə innəhə tuqla inşallah. Deyir ki, imama xitab eləyir. Düzdür, bu bizim çox bəhsimiz, aidiyyəti yoxdur bu hədis. Deyir ki, dur imamın üstə və bu sözlər denən ki, sən məni görürsən, sən mənim sözümü eşidirsən, ya İmam Hüseyin əleyhissalam, Allah da mənim hacətimi al verir. Yəni də imama xitab edir. Düzdür, bizim burada problemimiz yoxdur. Əsas problem birbaşa hacətini özünü istəmədir. Burada deyir ki, Allahdan istə mənim hacətimi versin. Digər bir rivayət. El-Hüseyin hicabun və sənədun və kəhvun və hirzun. İmam Hüseyin əleyhissalam hicabdır, sənəddir, arxadır, dayaqdır, sığınacaqdır. Bu cür deyim. Deyir ki, thümmə tənkəbu aləl qabr. Yəni, bu kamil ziyarətəndir və ən möhtəbər kitablardandır. Buyur ki, ya səyyidi, ətəytükə zairən, muqirən, muqirrən, olayla müsəf yazın. Muqirrən minəz-zunub, ya muqirən, ya muqərən minəz-zunub, muqər, ağırlaşmış. Ya seyyidi, ətəytükə zairən, ey mənim ağam, zair formasına ziyarət edərək gəldi. Muqərən, yəni ağırlaşmışam minəz-zunub, yəni günah yükü mənim belimi ağırlaşdırıbdır. Ətəqərrəbu ilə Rəbbi bi vufudi iləyk, sənin yanına gəlməklə Allaha yaxınlaşıram. Və bukai aleyk, sənə ağlamaqla Allaha yaxınlaşıram. Və avili və həsrəti və əsəfi və bukai, mənim bu qışqırtılarım, nalələrim, iniltilərim hamısı sənin üçündür. Və əsəf və bukai. Və ma əxafu əla nəfsi, amma mən özümə görə qorxmuram, mən özümə qorxduğumdan ağlamıram. Əgər ya Hüseyin deyib başıma döyürəmsə, bəzi axmalar bu başa düşürək ki, 1400 buna qabaq ölmüşsün, niyə başıda döyürsünüz? Deyir ki, mən özümə görə qorxmuram, sən o başa gətirilən o müsibətlər məni yandırıb, bu cür edirəm. Rəcaə ən yəkunhə. Bizə lazım buydu. Bu ümidlə gəlmişəm ki, ən təkunəli hicabən və sənədən. Sən mənə hicab olasan cəhənnəm odundan, ya məsələn günahdan, ya cəhənnəm odundan qoruyasan. Və sənədən sual verirəm. Məyər sənəd, ya sənədu, ya səməd hər Ramazan ayında, Qədir gecələrində məyər Allahın min adını oxumuruq. Həmən Allahın adlarından biri sənəd deyil. Niyə görə imama nisbət verir? Sənsən mənim sənədim. Allahın adı niyə imama nisbət verir? Sənədin arxa söykənəcək. Gəldim sənin qapığa ki, sən mənə hicab olasan, sən mənə sənəd olasan və kəhfən, mənə mağara olasan, sığınacaq yer və hirzən və şafiyən və viqayətən minən nar qədən, sabah qiyamət gündə mənim üçün şafi və cəhənnəm onu qoruyucu olasan. Və ənəmin müvalikum, mən sizin mövlalarınızdanım. Deməli, onda İmam əleyhissalam Allaha olan sığınacaqla, sənədlə, arxa, dayaq bu şeyləri kimə nisbət verir? İmam Hüseyin əleyhissalam nisbət verir. Allah da sənədli İmam Hüseyin deyir, bəli. Allah sənəddir, mütləq sənəddir və heç kəsdən kömək almadan, heç kəsdən o izni almadan olandır. İmam əleyhissalam sənəddir, Allahın ona verdiyi izindən, ona verdiyi qüdrətlə sənəddə ola bilər, viqayədə ola bilər, hafizdə, hər şey ola bilər. Deyir ki, nəsə uzun bir hədisin bir hissəsini oxuyuram. Deyir ki, ravi imama deyir ki, İmam əleyhissalamı çox vaxt zikr edir İmam Hüseyin əleyhissalamı. Hansı cümlə ilə deyim, nə deyim?
İmamdan söz soruşur ki, imam öyrətsin ki, İmam Hüseyin əleyhissalamın danışanda nə dillə danışım? Uzun bir hədisdə olsun, bəzi hissələrini tərcümə elədim. Buyur ki, belə denən, İlən yəqul, mən əradəllah bədə bikum. Deyir ki, hər kəs Allahı istəyirsə sizdən başlayır. Yəni, sizsiz Allaha getmək mümkün deyil. Mümkün deyil, müstəhildir ki, bir nəfər 14 məsum olmadan Allaha çatsın. Kim deyirsə yalan deyir. Əllamə Təbatəbi Ay Furuqi, Allah hifz eləsin, Furuqidən eşitdim mən özündən Suriyə gələndə. Deyir ki, Əllamə Təbatəbi Ay Rıdvanullahi əleyh buyurarmış ki, Tohidin 5 mərhələsi vardı. Onun 3 mərhələsin kafir də keçər. Onu qeyri-adi işlər ki, görürlər. Mümkün deyil. Amma yerdə qalan ikisi ki, sırf Tohidin özünə məxsusdur. Allahın Allahlığına gedən bir yoldur. Onu 14 məsumsuz keçmək mümkün deyil. Yoxsa da Əli əleyhissalam, başda Əli əleyhissalam olmaqla. Yəni, Peyğəmbər və Əli əleyhissalam olmaq şərti. Və o sünni ariflər, sünni sufilər ki vardı, Cəlaləddin Rumisi olsun, ya İbn Ərəbisi olsun, kimlər. Əgərsə də həqiqətdə çatıblarsa bir şeyə, Əbu Bəkir Ömərə görədir, Əli əleyhissalamın dalcan getdiyinə görədir. Onlar da etiraf edə ki, biz əgər Əbu Bəkir Ömərə dünya xilafətində xəlifə görmüşüksə, biz onları Allaha gedən yolda imam görməmişik. Allaha gedən yolun imamı Əlidir. Selamullahi aleyh. Onlar da başa düşürlər ki, Tohid Əbu Bəkir Ömərlik deyil. Onlar Əbu Bəkir Ömər Tohid nə deməkdir? Tohidə daxilimiz yalnız Əli və övladı Əli. Bu ki, mən əradəllah bədə bikum. Kim Allah istəyəcək, sizdən başlasın. Bikum yubəyyinullah əl-kəzib. Sizlə Allah Taala yalanı bəyan elə ki, kim yalancıdır, kim doğrudur. Və bikum yubaidullahu zəmanəl kəlib. Allah sizin vasitənizdə o çətin zamanı insandan uzaqlaşdırır. Və bikum fətəhəllah və bikum yəxtim. Allah sizlə açır, sizlə bağlayır. Və bikum yəmhu ma yəşa. Allah yazdığın sizlə pozur və yuthbit. Yəmhu ma yəşa və bikum yuthbit sizlə isabət eləyir. Məyər demir ki, Allah Taala yəmhu ma yəşa yuthbit Quran ayəsidir, Loh-i Məhfuzda. Hamısı siz eləyir. Sizlə açır, sizlə bağlayır, sizlə pozur, sizlə yazır. Yaxşı, nə başa düşürük bundan? Bundan nə başa düşürük? Deməli, onda Əhl-i Beyt əleyhissalam 14 məsum, çox mühümdür bu hədis. Zahirən də ki, mötəbər görməkdə də kafirlərdir. Yəni, ən mötəbər kitabımız kafirdir, ondan yuxarısı yoxdur. Demirəm, bütün hədislər səhihdir. Kafir kitab olaraq ən mötəbər kitabımız ki, ondan yuxarısı yoxdur. Hətta bütün əxbarilər və üsulçulardan da bəzilər bir nəhənglərdə, məsələn, Mühəqqiq Naini kimi deyib ki, kafirin sənədini axtarmaq o acizlərin işidir. Kafirin bütün sənədləri, hətta zəif də olsa mötəbərdir. Sənəd baxımından zəif də olsa mötəbər rivayət görürlər. Mühəqqiq Naini kimi elmin əjdahası kafini mötəbər bilib. Baxın ki, üsulçu idi, əxbari deyildi. Kafirin bütün hədislər hamısı mötəbərdir. Kafidə imam bu sözü deyir ki, Allah sizlə açır, sizlə bağlayır, Allaha gedən yol sizsiz, sizlə pozur, sizlə yazır. Yaxşı, indi Allah o Əhl-i Beytindən yazır, pozur, açır, verir, alır. Mən deyəndə İmam Hüseyin əleyhissalam, niyə mən müşrik olmalıyam ki, Allah özü açır, özü verir. Allah onu vasitə eləyib ki, İmam Hüseyin versin, ya Əli əleyhissalam, ya İmam Sadiq əleyhissalam, ya İmam Cavad əleyhissalam. Fərq yoxdur, onu dölməsin, kəkul. Və bikum yəfukkuzul riqabina, bizim boynumuzdan zillət, o belə deyək də, o zəncirlərin sizin vasitəlaşdır. Və bikum yudrikullahu tirətə kulli müminin. Allah Taala sizin vasitənizdə bütün möminlərin tirə zahirən intiqamını alacaq. Yətlubu biha. Yəni bu hədisi biraz geniş anlamda baxanda mən başa düşdüyümü deyirəm. Allah Taala o deyirlər, zəmbildə heç kəs üçün nə göndərmir, yemək göndərmir. Allah raziqdir o deməkdir, zəmbildən üçün yemək göndərir. Raziq nə deməkdir? Allah mənə ağıl verib, şuur verib, iş qabiliyyəti verib, canın susun, ged işlə, elədir. Getdim, işlədim, verməz. Onda Allah dedim, sən dedin, işləməsən vermədim. Mümkün Allah bəzən imtihan edir, bəzən sıxışdırır, bəzən hansısa səbəbdən bol verir, bəzən az verir. O öz işidir. Axır xülasə, Allah heç kəsin zəmbildə yemək sallamır. Allah işin proqram əsasında qurub. Göyün öz mələkləri var, yerin öz mələki var, qarın öz mələki var, yağışın öz mələki var, bitki çıxardan mələklər var, nə bilim, nə var, öldürən, dirildən, vəhy gətirən, nə. Sonra bu cür baxanda görürük ki, hə, sən demə, bütün bu mələklər və rivayətlər
Hamısı Əhl-i Beyt əleyhimussalamın nəyindədir? İxtiyarında və təhti sültəsindədir. Əgər öldürmək də onların vasitəsiyləndir, demək, Əzrail onlara tabidir. Diriltmək də onların, məsələn, ruh onlara tabidir. Nə bilim, yağış yağınma demək, Mikail əleyhissalam ona tabidir. Nə filan şey. Bunu oxuyan da başa düşürük ki, Allah Taala dərəcə qurub. Birinci əmr Allahın özündən sadir olur. Əhl-i Beyt əleyhissalam ondan sadir olur mələklərə, mələklərin vasitəsilə icra olur. Ona görə açan da olardı, bağlayan da olardı, pozan da olardı, yazan da olardı. Və bu rivayəti bir neçə dəfə daha olur. Bir neçə dəfə demişəm. Zahirən rivayət mötəbər, rivayəti bəsair dərəcətdə. Ki, ravi deyir ki, Əban ibn Təqlib deyir. İmam Sadiq əleyhissalam məhzərində əyləşmişdi. Xülasə, oturmuşdu. Məsələn, qapıçı gəldi, dedi ki, ağa, Yəmənli bir kişi gəlib görüşmək istəyir. Həzrət icazə verdi. Nəsə gəldi, salam əleykum oturandan sonra. İmam əleyhissalam qayıt dedi ki, ey Yəmənli qardaş, siz tərəfdə alim var. Dedi, ağa, var. Dedi, alimimizin elmi hara çatıb? Dedi, məsələn, alimimizin elmi çatıb ki, məsələn, fərzən bir günə, bir aylığına, 2 aylıq yol gedər o elmin sayəsində. O nə sürətə çatmışdısa. Həzrət gülümsəyərək dedi ki, Mədinənin alimi sizin alimdən daha ələmdir. Mədinənin alimi Həzrət özünün qəsdi. İmam Sadiq əleyhissalam özün buyurur. Dedi, ağa, Mədinənin aliminin elmi hara çatıb? Həzrət buyurdu ki, Mədinənin aliminin elmi çatıb ki, günün bir saatında, saat yəqin ki, bizim başa düşmüş saat deyil, yəni bir an. Günün bir anında günəşin bir ilə getdiyi yolu gedər. Günəş ki, bu sürətlə fırlanır, bir ilə neçə milyon illə, neçə işıq ili gedər, artıq orada kilometrə, orada işıq ilini hesablayırlar, neçə işıq ili. Günün bir saatında günəşin bir ilə getdiyi yol gedir. Sizin alimlərdə səhv eləmirəmsə deyir ki, 12 minin keçər, 12 minin keçər. Elə bir yerlərə gedib çatar ki, o yerin məxluqatı bilmirlər ki, Allah Adəmi xəlq eləyib eləməyib, bilmirlər ki, şeytanın Adəmlə problemi olub olmayıb. Demək, onda onlar mələk aləm üçün mələklər bilirdilər. Demək, imam göz qırpımında günün bir anında neçə 12 min aləm keçirəm, hara gedib, aləmlərə çıxmış, orada mələk aləmi deyil ora. Kişi baxdı, alim idi o zahirən. Başa düşdü ki, Həzrət nədən danışır? Dedi ki, əfə yərifunəkum yəbnə Rəsulillah. Sizi tanıyırlar. Həzrət dedi, bəli, bizi tanıyırlar. Və əmr olunurlar ki, bizə itaat eləsinlər və düşmənlərimizə düşmən olsunlar. Demək, onlar mələk aləmi deyildi. Çünki mələklər Adəmi də bilirlər, şeytan da bilirlər. Özləri idi həmən qissədə. Həzrət buyurur ki, onlar bir aləmdir ki, onlar nə Adəm bilir, nə şeytan bilir. İndi nə aləmdir, hansı aləmdir? İmam buyurur ki, mən orada hakiməm. Necə gedir, nə tərgət həndi, çox deyəcək, nağıl danışır, xülya danışır, eyb yoxdur, danışsın da, götürə bilmir, təhəmmül yoxdur, özü bilər. Ağır bir gün kəşfül həqaiq olacaq da, fəbəsəlükə yevmə hədid Quran deyir ki, bir gün gözün açılacaq, həqiqətləri görəcəksən. Əgər burada, məsələn, fərzəni deyək, otururam burada, girirəm Google Map'dən, tutaq ki, məsələn deyək, girirəm oradan internetə, oturduğum halda, məsələn deyək, mən yardımdanım, Nəcəfdə oturub yardımlıyı görə bilirəm. Zəlil zəif bir məxluq, bir dənə məsələn deyək, Yəhudinin düzəltdiyi bir cihazla buradan oturub görə bilirəm ki, məsələn deyək, həyətimizdə məsələn nə var, eləyə bilərəm, eləyə bilmərəm. Eləyə bilirəm də, müasir texnologiya. Əgər bu Yəhudinin düzəltdiyi ilə Bill Gates'in düzəltdiyi Google Map onu düzəldib göstərə bilirsə, mənə verə bilirsə, niyə Allahın düzəltdiyi İmam Sadiq əleyhissalam onu eləyə bilməsin? Bir anda gedib bu aləmlərə hakim olmasın. Mən hestad bir zəlil zəif bəndə bu işləri görə bilirəm, burada oturub ani surətdə səsimi Amerikanın o başına göndərə bilirəmsə bir saniyənin içində. Mənim səsimi göndərmə gücüm çatır. Allahın gücü çatmır, İmam Sadiq bir anında göndərsin o aləmlərə, demək gücü çatır. Sadəcə biraz insan zehni yuxarı qaldırmalıdır ki, təhəmmülü olsun. Dedim, bir tük qədərdir. Əgər desən İmam Sadiq əleyhissalamdan da kafirsən. Desən Allahdandır, sevdiyindən verib, onda olacaq tohid. İmamın heç nəyi yoxdur özündən. Hər nəyi var və imamlar özlə deyir, bizim özümüzdə heç nəyimiz yoxdur. Hər nəyimiz varımız Allahdan. Olur eyni tohid. Və heç vaxt iftixar eləməyiblər ki, biz hamıdan üstün. Bəli, həqiqət olaraq bəyan eləyiblər, amma həmişə özlərini zəlil görüblər ki, bunlar Allahın neymətidir bizə bəxş eləyib. Allahın neymətidir. Allah istəyib ki, Muhammed və Ali Muhammed hamıdan üstün olsun. Bizim keyfimizdən deyil ki. Allah bu cür istəyib. Nəysə, deyir ki, deyir ki, sizin vaxt və bikum tumbitul ardu əşcariha, sizin vasitənizlə yer bitkilərin, ağacların bitirir və bikum tuxricul əşcar əsmariha, sizinlə
ağaclar bar verir. Bikum, sizin vasıtənizlə. Nə deməkdir bu şey? Və bikum tunzilus sema qatraha. Sizin vasitənizlə Allah Taala göyündən yağış, Allahın göyündən yağış tökülür və rizqaha. Bikum yakşifullahul kərb. Allah sizin vasitənizlə dərdi, kədəri uzaqlandırır. Və bikum yunəzzilullahul qeyz. Allah sizin vasitənizlə yağışı endirir. Və bikum tusabbihul ardullati tahmilu abdanakum. Sizin bədəninizi daşıyan yerdir ki, Allah'a təsbih deyir. Və təstəqirru cibaluha mərasiha və təstəqirru cibal. Dağlar öz yerində qalan mərasiha, yəni yerinə qoyur. Elə bir şey mursa, o oturduğu yerdən qopmur, getmir. İradətur Rəbb fi məqadiri umurihi təhbitu iləykum. Subhanallah, nə sözlərdir. Bu sözü eşidəndən sonra dedim ki, kafidədir rivayət, bir yenə zəif kitabda olsa deyərdin həm. Bəlkə lap Kamil-i Ziyarədə ehtimal, bəli. Kafidə də gəlib, təhzibdə də gəlib. Ondan sonra Şeyx Səduqun Mufidində də gəlib, Kamil-i Ziyarədə zahirən bu qədər kifayət ilə hədisini təsih eləmək üçün. Buyur ki, iradətur Rəbb fi məqadiri umuri təhbitu iləykum və təsturu min buyutikum. Bu sözü başa düşəndən sonra əgər bir şiə şübhə eləyirsə ki, İmam Hüseyin mənə uşaq verər, o artıq nədir? Əqlində qüsur vardı. Ona mən deyirəm, əqlində cılızlıq vardı. Geri zəkalı şiə. İmam Əleyhisselam buyurur, mənim sözüm deyil, deyəsən ki, özü cibindən çıxartmışam. Deyir, Allahın iradəsi enir sizə, sizdən sadir olur. Yəni, Allah əgər istəyirsə birini xəlq eləsin, o iradəni nazil edir sizə, sizin vasitə özünə məsələn xəlq eləyir. Sizin vasitə özünə öldürür. Allah məndən nə iradə eləyir? Allahın iradəsi sadir olur. Sizin iradənizə, o iradədən sonra Allahın işləri neynir? Sadir olur. Eyni ibarəsini oxuyayım. Təhbitu ilə, iradətul Rəbb. Rəbbin iradəsi hubut edir, enir. Fi məqadiri umuri, bu işlərin idarəçiliyində olan iradəsi enir. Təhbitu iləykum sizə. Sonra nə deyir? Və təsturu min buyutukum, və sizin evinizdən xaric olur. Elə bil, məsələn, prezident birbaşa əmr eləmir. Nazirlər kabinetinə göndər. Nazirlər kabinetindən sonra nazirlər paylanır ki, kim nə işi görəcək. Mən lori dildə deyirəm ki, başa düşülsün. Prezident işi görmədi. Nəuzullah, bu demək deyir ki, Allah Taala əlini ayısına qoyub heç nə eləmir. Yox. Allah iradə eləyib ki, birbaşa dəxalət eləməz. İradəsi budur ki, vasitələr eləsin. O vasitənin o zirvəsində duran, qimməsində duran kimdir? Muhammed və Ali Muhammeddir və başda da Peyğəmbər və Əli əleyhissalamdır ki, ondan sonra da o bir məsumlar. Deyir ki, Allah Taala bu aləmin tədbirində iradə elədi ki, o iradə sizin evinizə nazil olsun və sizin evinizdən çıxsın, ondan sonra bu aləmə yayılsın. Və özdə İmam təlim məqamındadır. O kişi gəldi dedi ki, Müfəzzəldir ya kimdir? İmam Sadiq əleyhissalamdan soruşur ki, mən Cəddin İmam Hüseyin əleyhissalam və Müfəzzəl İbn Ömər, Əbu Sələmə, Sərrac, Abdüləleyhissalam əleyhissalam və kəlimma Yunus və kana əkbəruna sinnən fəqalə cöldü fədakı. Yunus da ki, böyük fəqihdir. Yunus kimi bir fəqih, imamından deyir ki, mən Cəddin İmam Hüseyin əleyhissalam necə ziyarət edeyim? İmam ziyarətnaməsində bu sözləri deyir. Ged İmam Hüseyin əleyhissalam bu dillə danış. Cürbəcür heyvanların imamlara təvəssülü və onlardan yardım istəməsi. Belə bir haşiyə çıxın, mümkün gələcək qabadı. Ravi İmam Kazım əleyhissalamın qissələrində, möcüzələrində danışırlar ki, İmam əleyhissalam yoluna gedirdi, bir səhrada səhabəsi ilə bir yerdə gedirdi. Birdən bir də görək bir qorxulu, bir vəhşi, bir şirk bunlara tərəf gəlir. Bu kişi qorxusundan qaçdı, gizləndi məsələn. İmam durub orada. Şir gəldi, imamın ayağını yaladı, neynədisə, nəsə öz dilində nəsə danışdı. İndi öz dilində, şirin də dili olur. Nə dilində? İmamlar, necə ki, Quran-ı Ullimna məntiqat tayr. Süleyman əleyhissalamın qissəsini danışanda Quran ki, Ullimna məntiqat tayr. Allah bizə quş dilini öyrət. Demək, quşun da bir dili olur. İndi biz başa düşməsək, quşun da bir dili olur. Xülasə,
İmamlar da deyir ki, Allah bizə quşun dilini də öyrədib, Süleymana quş dili öyrədib, bizə quşun da dilini öyrədib, heyvanın da dilini öyrədib, həm daşın da dilini, hər şeyin dilini öyrədib. Nəysə, xülasə ravi deyir ki, mən qorxumdan qaçdım, gizləndim məsələn kolun dalında. Bu şirin gəldi, nərəldədir, vızıldadı, zırıldadı, neynədirsə imamla danışır da, nəsə çıxdı getdi. Qayıtdım gəldim. Qayıtdım gəldim imamın yanına. Dedim ki, o nə deyirdi, neynirdi? Deyir ki, bu erkək şiridir. Gəldi mənə, söhbətimiz istiğasədir, təvəssüldür. Gəldi mənə təvəssül elədi ki, mən dua eləyəm, arvadı neçə gündür, o şirin arvadı, dişi şir. Doğa bilmir balasın, çətindir, ölür məsələn, ölüm anındadır. Məndən dua elədi, istədi ki, mən dua eləyəm, onun balası dünyaya gəlsin. Mən dedim ki, ged, narahat olmacına, mən dua eləyərəm, sənin balon dünyaya gələr. Amma şərtim budur ki, o balo əmr eləyəsən ki, mənim şiyələrimdə işi olmasın. O da qəbullədi, çıxdı getdi. Şir şirriylə, niyə? O Allah'ı tanımırdı. Şir bir kafirdir ki, o Allah'ın bir məxluqudur. Bütün heyvanlar Allah'a iman gətirib də. Niyə Allah'dan istəmədi gəldi imamın qapısına? Demək, hətta heyvan da bilir ki, biz qanmırıq. Onlar qanırlar. Ola bilər Allah'ın höccəti nə deməkdir. Çünki onlarda ixtiyarı yoxdur deyin, onlar təkvinən başa düşüblər. Onlar da Əbu Bəkir Ömərin dazını gedəməz. Elə Cəhş əleyhissalam dazını getsin. Əgər həmən dövrdə İmam Kazım əleyhissalam da var, ta ki deyək Harun Ər-Rəşid var, o da Harun Ər-Rəşidin qapısına gedə bilməz. Çünki onda o şuur yoxdur ki. O Allah bu cür xəlq eləyib və onun vücudunda İmam Kazım əleyhissalamın höccətini qərar verib. Biz insan ki, ixtiyar sahibi ta ki Məmunun da qapısına gedə bilər, İmam Rıza əleyhissalam da yox. Məmun üçün getmə, İmam Rıza əleyhissalam. O artıq onlarda o şey yoxdur. Eləcək ki, İmam Kazım əleyhissalam qapısına getsin. Nəysə. Əl-Vərəşan yəstəciru bil-Məsum əleyhissalam. Xülasə məşhur qissədir ki, o ceyran gəldi İmam Rıza əleyhissalam, hansı imamın qapısına ki, istiğasə elədi ki, ondan kömək istədi ki, mənim balamı tutublar və imam xahiş elədi o ovçudan ki, bunun balalarım bura. Nəysə getdi, bırax ki, getsin o balalarını əmizdirsin, getdi, buraxdı, getdi. Məşhur qissədir, da istəmirəm çox vaxtdan, vaxtımız da azaldı, arısqallaşıbdır. Xülasə, qısa da demək olar ki, hədislər, cürbəcür mövzuda hədislər çoxdur, istəmirəm çox vaxtdan və vaxtda tamamlanır. Qısa, konkret 2-3 dəqiqədə yekunlaşdıraq. Demək, bəhsimiz nədən ibarətdir? Bəhsimiz bundan ibarət idi ki, heç bir problemi yoxdur ki, bir insan getsin, məsumun qapısına dayansın, qəbrinin ya özünün qapısına dayansın ki, mənim filan hacətimi əta elə, rəva elə. Burada bir qəribə bir şey yoxdur. Allah Taala aləmi imkanı onların ixtiyarında qoyub. Çoxlu möcüzələrdən, çoxlu kəramətlərdən də bunu tarix göstərir və o pis insanların, o şərəfsizlərin öz gözlərinin qabağında olan şeylərdən, məsələn İmam Rıza əleyhissalamın qissəsindəki məşhur qissədir, Məmunun sarayında olan zahirən bir hadisədir. Ya, böyük ehtimal ki, Məmunun sarayındaydı. Süfrəni sərdilər, bir sehirbaz da var idi orada. Sanki imamı sındırmaq üçün. İmam əl atdı, çörək götürür, üzüm götürür, nə götürürsə süfrədən, əl atdı, nəsə oxudu, çəkildi yəni. Bir dəfə də əl atdı, məsələn, çörəyini, yəni hər hansı əti götürsün oradan, nəsə oxudu, uzaqlaşdı, imama pis təsir elədi. Gördüm, sanki elə məzələndi də imamla. Divarda şir var idi. Şəkildə divarda, məsələn, pakrivaldı, üstündə şir şəkili vardı. Elə dedi, ye bunu. Ye bunu sözü deməklə deyir ki, məclisin ortasında bir də görürlər ki, tərpəndi o şey oradan, şir çıxdı, gəldi, ofdu, qayıtdı, getdi, şəkil oldu, yapışdı ora. Yəni bir nəfərin, iki nəfərin yox. Təsəvvürdə sarayda süfrə sərilib orada. Bir dənə ye bu sözün deməklə şəkildəki şir gəldi, neynədi, yedi. Var bəzi rivayətdə ki, məsələn deyir, ravi imamdan soruşur, deyir ki, yəbnə Rəsulullah. Biz bildik, biz şuurlu məxluqları Allah bizə əmr eləyib ki, sizə itaat eləyib. Bu cansız təbiət də sizə itaat eləməlidir, bəli. Deyir, necə? Deyir, məsələn, o dağa desəm ki, dağ mənə tərəf gəl, gələr. Ravi deyir ki, dağ mənə tərəf gəl ki, sözü dedi. Onda gördüm, dağ silkələndi gəlmək. İmam dedi ki, gəl deməmişəm. Hələ məsələn deyir. Dağa dedi, qal yerində. Hələ gəl deməmişəm. Dağı yerindən oynadan sənə bir dənə pul verə bilmir, nə bir uşaq verə, ev verə bilmir. Bu nə cür düşüncədir? Bu hansı düşüncənin səviyyəsidir? Var bəzi rivayətdə ki, İmam Səccad əleyhissalam Hişam ibn Əbdülməlk Əbdülməlk ibn Mərvan'dan məlunlardan hansınınsa bir sarayındaydısa, İmama bir söz dedi, imamın elə bir ki, o heysiyyətinə toxundu o söz. Sanki belə dedi də, ged gəl mənim sarayıma, sənə pul verim. Məsələn, elə bir pis toxundu ki, imam, yəni, nə olsun, imam dilənçidir, kimsə qapısına pul üçün getsin. İmamın şəxsiyyəti var, göy, aləm, imkan Allah onun ixtiyarına qoyub. İmamlar düzdür,
hövsələli, səbirli, həddən artıq həlimdir. Amma bəzən o sarı simə toxunanda pis təsir eləyir. Şimdi sən belə deyirsən, haran itirsən, sən mənim qabağında gəl, mən sən əl açam. Şimdi sən gəlirsən deyirsən ki, mənim salayıma gedəcəm, mən sənə pul verim, mənə çox pis təsir elədi. Həzrət çıxartdı Əbbasın atdığı yerə, dedi ilahi göstər höccətün, qüdrətin. Bir də onda görürlər ki, Həzrətin Əbbasın üstü elə əcib qərib daş qaşına, nə bilim, indi mən başım çıxmadan nələrlə doldusa, Adəm övladın gözü hoş elə görünür. Dedi ki, sən var dövləti ilə mənə övünürsən. Tutdu, çəkdi biraz yoxa çıxdı. Yəni, bunlar bu aləm imkanı Allah bunların ixtiyarında qoyub. Bunlar bu bir dənə, iki dənə deyil deyəsən ki, bunun sənədi zəifdir. Milyonlarla bu hadisələr, milyonlar yalan olar. Yüzlərlə bu cür hadisələr toplamaq olar ki, Allah bu aləm imkanı olan ixtiyarında qoyub. Əgər bir insan bu etiqadla ki, imamdan hər nə istəyirəmsə, hər nə mənə verirsə, hər nə kömək etsə, yardım, hamısı Allahın ona verdiyi elmlə, qüdrətləndirsə, tohiddir, burada heç bir problem yoxdur. Əksinə, əmr olunmuşuq ki, onların vasitəsilə Allahın qapısına gedək, birbaşa getməyək. Allahümmə salli ala Muhammed və ali Muhammedin və əccil fərəcəhum. Deməli, ötən söhbətimizdə qeyd elədik ki, bu istiğasə barəsində danışdığımız söhbətlər öz aramızdadır, yəni vəhabilərlə söylənən işimiz yoxdur. Bəzi şiə qardaşlarımız şübhəyə düşüb ki, görəsən, məsumu çağırıb ondan kömək istəmək, yardım istəməklə, pul istəmək, uşaq istəməklə, şəfa istəmək olar ya olmaz. Qeyd elədik ki, hədislər həddən artıq çoxdur, müxtəlifdir, hər babdan bir dənə, iki dənə hədis oxuyuruq. Məcmuəsi yığanda bu nəticəni alırıq ki, hətta məsumlar da belə biri digərindən kömək istəyirlər və burada şirk yoxdur. Şirk odur ki, insan məsumi müstəqil təsirdə görsün. Əgər etiqad eləsə ki, Əli əleyhissalam nəuzubillah Allahdan qırılıb təsir eləyirsə, onda olacaq şirk olacaq. Amma əgər Allahın verdiyi qüdrətlə şəfa verirsə, uşaq verirsə, nə bilim filan problemi həll eləyirsə, burada heç bir problem yoxdur. Nəysə, həmən o silsilədən bəzi hədislər oxumuşduq. Dedim ki, gələn dəstədə bir çox hədislərdə, gələn söhbətdə davam eləyərik. Gəldik, çatdıq bu hədisə ki, ya Muhammed və ya Əli sözü eşidəndə şeytan əriyir. Ya Allah demir, ya Muhammed, ya Əli. Oxuyacam hədisi. İmam Əleyhisselam buyurur ki, hər vaxt şeytan görəndə ki, bir nəfər ya Muhammed, ya Əli çağırır, şeytan əriyir, suya dönür, bədbəxt olur, çarəsiz olur. Deyir ki, ən Cabir qalə, əradə Əbu Cəfər əleyhissalam ər-rukub ilə bəzi şiəti liyəudahu. İmam Baqir əleyhissalam atına hansısa bir dənə şiəsinin evinə baş çəkməyə gedirdi. Fəqalə ya Cabir ilhaqni fətəbi'tuhu. Cabir cavab edir ki, İmam əleyhissalam mən dedi ki, mənim dalımdan gəldi. Fələmmən təha ilə babid-dar xərəcə aleynə ibnun ləhu sagir. Fəqal ləhu Əbu Cəfər əleyhissalam ma ismuk. İmam əleyhissalam şiəsinin evinə baş çəkməyə gedir. Cabir cavab edir ki, İmam böyük sahabələrlə yanıcan aparır. Nəsə deyir, qapıya çatdıq, bir uşaq çıxdı, 5 yaşı var, 6 yaşı var uşağın, çıxdı qapıya. Həzrət uşaqdan soruşdu ki, adın nədir? Qalə Muhammed. Uşaq dedi ki, adı Muhammeddir. Qalə fəma tükənna, kunyon nədir? Ərəblərdə adətidir. Uşaq hətta balaca da olsa Əbu filan kəs deyərdilər. Qız uşaq olanda, ta ki, məsələn, təzə doğulurdu, adını qoydu Zeynəb, adını qoydu, məsələn, deyir, Ümmü Əli. Hələ bu böyüyəcək, ərə gedəcək, oğlu olacaq, məsələn, deyir, Əli, indən dedi, Ümmü Əli. Ortada heç nə olmuyor. Heç nə olmuyor mu, hə? Künyə qoyurlar, hə. Adət idi. Ərəblərdə xoş adətdir. Oğlan uşağına Əbu filan kəs deyərdilər, qız uşağına Ümmü filan kəs deyərdilər. Abbas Salih oradan gələ bilər mi? Ola bilər, hə, nəysə. O, mümkündür, İmam Hüseyin əleyhissalam ki, Əbu Abdullah, Həzrət İmam Zaman əleyhissalam, Əbu Salih künyəsi ki var, mümkündür, oğlunun adına görə deyil. Orada başqa bir mənadır, yəni Əbu Abd ümmət mənasındadır, o başqa bir mənadır. Nəysə, xülasədə İmam ondan soruşdu ki, bu uşağa deyil. Adın nədir? Muhammed. Kunyon nədir? Fəmatu kənna, qalə bi Ali, yəni Əbu Ali deyirlər, atam, anam məsələn, Əbu Alidir, balaca uşaqdır. Fəqalə ləhu Əbu Cəfər əleyhissalam, ləqəd ihtizartə minəş-şeytan, ihtizarən şədidən. Bəhsimiz yaddan çıxmasın. Bizim bəhsimiz buradadır ki, ya Əli, ya Muhammed çağırmaq olar ya olmaz. Davamız bunun davasıdır. İmam o uşağa deyir ki, adı nədir? Muhammed. Kunyon nədir? Əbu Ali deyirlər mənə. Deyir ki, Həzrət buyurdu ki, demək sən özünü şeytandan bir hasara salmışsan. Şeytan sənə nüfuz eləyə bilməz. İhtizar eləmişsən. Hazır, yəni qorumusan. İnnə şeytan izə səmiə munadiyən yunadi. Bizə lazım olan hissəsi budur. Əgər bir zamanda şeytan eşitsə ki, bir nəfər çağırır, ya Muhammed, ya Ali, zəbə kəma yəzubur rəsas. Qurğuşun istidə əriyən kimi şeytan da ya Muhammed, ya Əli nidasını eşidəndə başına daş düşür, əriyir.
Mən demirəm, İmam Baqir Əleyhisselam buyurur ki, hər zaman iblis, şeytan, şər qüvvələr ya Muhammed, ya Əli nidasını eşidirsə, əriyir, necə ki qurğuşun əriyər. Hətta izə səmiyə munadiyyən yunadi bismi əduvun min ə'dayını ihtəzzə və ixtala. Eləcə də əksinə də hər zaman düşmənlərimizin adını, Əbu Bəkirin adını, Ömərin adını, Muaviyyənin adını, Yezidin adını eşidəndə sevinir. Ya Muhammed, ya Əli nidasını eşidəndə əriyir, düşmənlərimizin adını eşidəndə kef edir. Digər bir hədis. Vətrün qunutunda da İmam Əleyhisselam buyurardı ki, ya Muhammed ətəqərrəb bikə iləllahi Rabbi. Ya Muhammed, İmam duasına çağırırdı. Mümkünlərdə gəlibdir, 126 səhifədə Şeyx Müfid nəql edir. Ya Muhammed ətəqərrəb bikə ilallah. Yəni İmam birbaşa duanın, vətr namazının qunutunda Peyğəmbəri çağırardı, Allahı yox. Demir, ilahi Muhammedin vasitəsilə yaxınlaşıram. Deyir, ya Muhammed sənin vasitə ilə Allaha yaxınlaşıram. Yəni bizə lazım olan hissəsini kəsib qoyub ora. Yaxud digər bir hədisdə İmam Hüseyin əleyhissalama ki, xəbər çatıbdır. Yezid əl çəkməyəcək, ondan beyət tələb eləyir, incidir imamı, məcbur eləyir ki, ona beyət eləsin. Və əqbələ ilə qəbri cəddihi sallallahu aleyhi və aleyhi və səlləm. Həzrət gəldi cəddinin qəbrinə və fəqalə əssəlamu aleykə ya Rəsuləllah, ənəl Hüseyin ibn Fatimə, fərəxukə və ibn fərəxətik. Salam verdi babasına, dedi ki, ey cəddah, ey Peyğəmbər, ey Allahın Rəsulü, mən sənin Hüseynim, sənin balaca, fərəx yəni təzə, belə deyir, balaca cücə mənasındadır da, şirin mənasındadır. Necə tərcümə edir ki, fərəx yəni balaca cücələrə fərəx deyirlər. Yəni mən sənin fərəxinəm, sənin balaca balonam və qızın oğluyam mən. Ənə fərəxukə və ibn fərxətik və sibtukəlləzi xəlləftəni fi ümmətik. Mən sənin balonam, mən sənin nəvənəm ki, bu ümmətin arasında məni qoyub getmişdin. Fəşhəd aleyhim ya nəbiyyəllah, innəhum qəd xəzəluni. Bunlar məni meydana tək qoydular, məni köməksiz qoydular. Və da'afuni və ləm yəhfəzuni. Mənim hürmətimi saxlamadılar. Və hazihi şəkvəyə iləykə həttə əlqəkə. Xülasə, bu nə üçün dəli gətirib? Deyir ki, Peyğəmbərə xitab edirdi ki, iləykə əşkukə. Sənə şikayət edirəm, sənə qovuşana qədər, ya Peyğəmbər, ya cəddah. Niyə görə imam gəlib Peyğəmbərin qəbri yanında Allahla danışmadı? Niyə dedi, ilahi, Peyğəmbərə xatir mənə kömək elə, nə bunlar mənə tək qoyurlar meydanda mən. Niyə Peyğəmbərlə danışır? Peyğəmbər ölüb də. Deməli onda imam dərdin Peyğəmbərə danışırsa, bu şey caiz bir şeymir. Yaxud İmam Kazım əleyhissalamdan. O da yenə cəddi Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin qəbrinə ki, qalə səmiyyətu əbiyyəqu ləmmə qubidar rəşid qabadar rəşidu alə Musa ibn Cəfər aleyhissalam qabada aleyhi və huvə ində rəsin nəbi sallallahu aleyhi və səlləm qaimən yusalli fəqata aleyhi salatəh və həmələ və huvə yəbki və yəqul əşku iləykə ya Rəsuləllah məəlqa. Həzrət İmam Kazım əleyhissalam cəddinin qəbrinin yanında namaz qılırdı. Harun Rəşid adamla gəldi, elə orada tutturdu aparmağa. İmamın namazını kəsdilər, namaz əsnasında sanki sürüyə-sürüyə imamın qəbirdən çıxartmağa. İmam əleyhissalam üzün döndərdi Peyğəmbərin qəbrinə, buyurdu ki, əşku iləykə ya Rəsuləllah, sənə şikayət eləyirəm. Ya Allah şikayət eləmədi, səndən kömək istəyirəm, sənə şikayət eləyirəm. Məsum idi də, Allahdan istəyər də, niyə cəddindən istəyir? Allahdan istəsin də. Digər bir hədisdə deyir ki, ya Muhammed, ya Rəsuləllah zikri gəlibdir. Ənə bi Həmzə. Ənil Baqir aleyhissalam qal fi duayı. Ya Muhammed, ya Rəsuləllah, inni ətəvəccəh bikə ilallah. Və bu barədə çoxlu hədislər var. Birbaşa Peyğəmbərə deyir ki, sənin vasitən Allah yaxınlaşıram, ya Muhammed ətəvəccəh iləykə və həddən artıq hədislərdə çox gəlir. Ənil Sadiq aleyhissalam fi duayı, ya Muhammed, ya Rəsuləllah, əşku iləllahi və iləykə hacəti. Da Nəuzubillah, İmam Sadiq əleyhissalam bizi şirkə dəvət edir. Deyir ki, İmam Sadiq əleyhissalam buyurardı ki, dualarında, ya Muhammed, ya Rəsuləllah. Allaha demir, Peyğəmbərə xitab edir, ey Muhammed, ey Allahın Rəsulü, əşku iləllahi və iləykə hacəti. Həm Allaha, həm də sənə şikayət edirəm hacətimi, səndən istəyirəm. Əgərsə, Allahdan başqasından kömək istəmək, ona dərdin demək şirk olsaydı, onda İmam Sadiq əleyhissalam o işi görməzdi. Deməli onda bu şey şər'ən caizdir. Əl-müstəğasu billah və rəsulih.
Deyir ki, dəxəltu alə Əbi Abdillah aleyhissalam bil Kufə və qədimə ləhu təbəqu rutabin təbərzətdir, tuburzutdur, nəsə bilməm nətər oxunacaq və huvə yəkulu. Həmən bu adam deyir ki, İmam Əleyhissalam məhzərinə daxil oldum. Zahirən İmam Əleyhissalam burada Kufədə olduğu vaxtlar da oldu. Yəni Mədinədə deyil, buradaydı. Daxil oldum deyir ki, Həzrətin məhzərində xurma qoymuşlar, tuburzutdur, tabarzətdir, nəsə xurma növüdür, nəsə. Yəni ondan meyl eləyirdi Həzrət. Deməli ki, ya bəşər, udunu fəkul, yaxınlaş və məndən bir yerdə bu xurmadan ye. Qultu hənnəəkəllah və cəaləni fidak, qəd əxədətni l-ğirə min şeyin rəəytuhu fi tariqi əvcə qəlbi. Dedim ki, ağa, sənə qurban olum, yediyin sənə nuş olsun, nuşcanlıq nə ye, amma mən yeyə bilmərəm. Yolda bir şey gördüm, çox pis oldum, qeyrət məni boğur, şiyəli qeyrətim məni boğur, yeyə bilmərəm, sən yecinə, sənə nuş olsun. Qəlbimi ağrətdi və bələğə minni, mən belə deyə bağrım çatdır. Fəqalə li bihəqqi ləma dənəvtə fəəkəld. Dedi ki, sənə an verəm haqqıma ki, yaxın olur, ye məndən. Qal və dənəvtü fəəkəldu. Fəqalə li hədisək. Bir neçədən o xurmadan yiyəndən sonra diqqət dedi, indi də görüm nə görmüşdü yolda. Qultu rəəytu cilvazən yadribu rəəsə imrəətin yəsuquha iləl həbs və hiyə tunadi bi əla savtiha. Yolla gəlirdim, tərəf məsələn, istiqamətə gəlirdim, gördüm ki, hökumətin polisləri, hökumətin əskərləri bir qadının başına döyə-döyə, sürüyə-sürüyə aparırlar türməyə tərəf. Və o qadın da uca səsindən qışqırır ki, və hiyə tunadi bi əla savtiha, əl-müstəqathu billah və rəsulih. Yalnız kömək Allahdan, onun Peyğəmbərləndir və la yuğisuha əhəd. Heç kəs o qadının dadına çatmırdı. Sürüyə-sürüyə türməyə aparırlar və heç kəs ona kömək eləmir. Qal vəli məfuilə bihəzək. Dedi, bə yaxşı, o qadın nə eləmişdi ki, onun başına vururdular, başına vura-vura sürüyə-sürüyə aparırdılar. Qalə səmi'tun nasə yəqulun. Deyir, gördüm ki, eşitdim ki, cəmaat dedilər ki, innəhə əsərət fəqalət. Qadın ayağı burxulub, yıxılıbdı, ayağı burxulub, yıxılanda deyir ki, lə'ənəllahu zalimikə ya Fatimə. Xanım Zəhra aleyhissalamın zalimlarına, qatillərinə lənət oxuyub. Fərtukibə minhə mərtukib. Ona görə bunu döyə-döyə apardılar. Qal fəqata'al əkl və ləm yəzəl yəbki həttə btəllə mindilə və lihiyyətə və sədrəhu biddumu. Deyir ki, Həzrət bu sözü eşitdi və o qədər möhkəm ağladı ki, mübarək saqqalı üzünün, gözünün yaşı ilə doldu belə. Üzü başı töküldü su. Sual, həmən vaxtda imamın vəzifəsi idi ki, etiraz edəsin ki, zəhmət çəkəd, məsələn, o sözü deməzdi. Yəni, iki şey imam sanki təsdiqlədi. Eyni zamanda ki, təsdiqlədi ki, o qadın orada bir pis iş görməmişdi ki, xanım Zəhranın qatillərinə, zalimlarına lənət oxumuşdu. Eyni zamanda bu deyir ki, əl-müstəqathu bikə və əl-müstəqathu bikə ya Rəsulallah. Kömək yalnız səndəndir ya Rəsulallah, heç kəsə də kömək eləmirdi. İmamın haqqı var idi ki, imam boyunda haqqıdır ki, bizə etiraz eləsin ki, düzdür məsələn fərzən deyək ki, o avam adamdır, amma yenə də o sözü deməməli idi. O, məsələn, şirk eləmişdi, o şirk etməməli idi. Deməli, onda imam əgərsə o qadının hərəkətini eşidirsə, burada artıq dəlilimiz nədir? Qolul məsumdur, feylül məsumdur. Daha doğrusu, təqrirül məsum, məsumun təqriri. Məsum bir şiyəsinin hərəkətini görür və ona etiraz eləmir. Bir şiyəsi əl-müstəqathu bikə ya Rəsulallah deyir, kömək yalnız səndən deməsən deyir, ya Rəsulallah eşidir və məsumuna etiraz eləmir. Məsumun etiraz etməmək demək onda nədir? Özü dəlildir ki, o şey haram deyilmiş, qadağan deyilmiş. Digər bir hədisdə İmam Həsən və İmam Hüseyin əleyhissalamın ya Cəddah, ya Rəsulallah nidası. Deyir ki, Əli əleyhissalamın haqqı ki, qəsb olundu, sürüyə-sürüyə apardılar. Əbu Bəkirin olduğu yerə, məscidin içində idi ya, haradaydısa, həmən yerə, zahirən məscidin içində olub hadisə. Ömər Əbu Bəkirə qayıt dedi ki, və huvə calisun fəvqəl minbər, ma yuclisukə fəvqəl minbər və haza calisun muharib. Deyir ki, səni o minbərdə saxlamayacaq, yəni sənin o minbərdə qalmağın davamlı olmayacaq, nə qədər ki, bu sənin düşmənindir, yəni Əli Əleyhisselam sənin beyət eləməyib. La yəqumu fina
fə yubayi'uk. Hökmən qalxıb sənə beyət eləməlidir. Əv tə'muru bihi fə yudrab unuquh. Yaxud da ki, əmr elə onun başını kəsək. Ömər Əbu Bəkirə deyir ki, sənin belə dedi, hökumətin davam eləməyəcək, nə qədər ki, Əli sənə beyət eləməyəcək, ya beyət eləəcək də başını kəsərik. Beyət eləməyəcək, başını kəsək. Vəl-Həsənu vəl-Hüseyn əleyhiməssəlam qaiməni alə rəsi Əliyin əleyhissalam. İmam Həsən, İmam Hüseyn 4-5 yaşları var, neçə yaşları? 6-7 yaşları vardı. Əli əleyhissalam yanındadılar. Fələmmə səmi'a məqalətə Ömər bəkəyə və rəfa əsvatəhum. Elə ki, eşitdilər ki, Ömər deyir, Əlinin başını kəsək, ağladılar və dedilər, ya cəddah, ya Rəsuləllah. Allahı çağırmadılar, Peyğəmbəri çağırdılar, Peyğəmbər də onda ölmüşdü. İmam Həsən, İmam Hüseyin əleyhissalam, nəuzubillah, onda şirk edirdi. Allah qalıb Peyğəmbəri çağırır ki, ya cəddah, ya Rəsuləllah. Deyir ki, Əli əleyhissalam bu sözü eşitdilər, fədamməhuma Əliyyun əleyhissalam ilə sadri. Həzrət Əmir əleyhissalam balalarını bastı bağrına və qalə la təbkiyə fəvallahi la yəqdirani ələ qətli əbikuma. Balalarım ağlamayın, onlar atanızı öldürə bilməz. Huma əqəl və əzəl və ədxər min zalik. Onlar çox-çox kiçiklər ki, atınızı öldürə bilsinlər. Digər bir hədisdə, ya Muhammed, ya Əbəl Qasimah. Deməli, qalə Əbu Həmzə Thumali, rivayət uzun rivayətdir. Əbu Həmzə Thumali imamların məhrəm əsrarlarındandır. Yəni, 3 dənə imamımızın yaxınlarına olur. İmam Səccad əleyhissalam, İmam Baqir və İmam Sadiq əleyhissalam. Və adətən imamlar etibar elədiyi ravilərə mümkün də elə şey verərdilər ki, onun çəkəcəyi vardı, tutacağı vardı, onun qabiliyyəti vardı. Başqalarına verməzlər. İnsan bu cürdə, insan yaxın etibarı bilinən bir şeylər verər ki, başqasına verməyib. Mümkündür, Əbu Həmzə Somali bu rivayətdə belə başa düşürük. Əbu Həmzə Somaliyə imam bir şey öyrətmişmiş ki, avam belədir, aşağı ravilərin nəzərində bu şirk kimi görsənir. Şimdi məsələn, bəzi qardaşlar təhəmmül edirlər, bəzi şey çəkə bilmirlər. Əbu Həmzə bir şey deyir, o yanındakilər etiraz edir ki, yox, imam belə deməz, nə bilim, məsələn, belə şirk hissi gəlir, neyinir. Və Əbu Həmzə də hirslənir, əsəbləşir ki, ona deməyəcəm. Məsələn, dua öyrədəcəkdi, bir şey öyrədəcəkdi olaraq ki, imamdan öyrəndiyi bir şey öyrədəcəkdi. Ondan sonra Hümran, Zürarənin qardaşı, Hümran ibn Əyən, yalvar yaxar eləyir Əbu Həmzəyə ki, inad eləmə, küsməcinə, qələt elədim söz dedi, bizə de. Ondan sonra Əbu Həmzə bəzi şeylər danışır. İndi sözün əvvəli nəymişsə işim yoxdur. Demək, onda nəsə kimsə küstür, incidir demək istəmir, sonradan qayıdır sözü deyil. Deyir ki, fəkələtkə ummuk, leysə hada sihrun. Sən anon, öləsən anon sənin matəmində əyləşsin. Bu öyrətdiyim sehirdir. İnni zəkərtu duan səmi'tu min Mevlay Ali ibn Hüseyn əleyhissalam. Bu bir duadır ki, mən Mövlam İmam Səccad əleyhissalamı eşitmişəm. Fədəavtu bih. Onu diyor. Fekal allimnihi. Fekultu ba'de ma semi'tu ma qult. Ondan mənə də öyrədir ki, bu dediyin axmaq sözlərdən sonra sən o söz duanı öyrədərəm. La vallah. Və la ni'mə. De ki, yox, öyrətmərəm. Və la ni'mə. Eynun ləstə min əhli. Və la ni'mətə eynin ləstə min əhli. Sən o əhldən deyilsən ki, məsələn, bu duanı öyrədəm. Qalə Hümran ibn Əyən. Fekultu li Əbi Həmzə nəşəttükə billah illa ma əvrəttənah. Deyir, Zürarənin qardaşı Həmran deyir ki, mən qayıtdım Əbu Həmzə dedim ki, səni and verirəm Allaha ki, bizi məhrum eləmə. Bunu nə öyrənmişdinsə Həzrətdən öyrət bizə. Fəqalə Subhanallah, ma zəkərtum ma qultə illə və ənə ufidukum. Dedi ki, o şey ki, zikr elədim, xatırladım, onu öyrədəcəm sizə bu kutubu, yazın. Və zəkər duan ilə ənqal. Rabbi dua öyrətdi. Əbu Həmzə, İmam Səccad əleyhissalam öyrəndi bir duanı öyrədir onlara. Qal. Ya Muhammed, ya Əbəl Qasimah. İmam duasının içində Allah'ı çağırmır, Peyğəmbəri çağırır. Ey Muhammed, ey Əbul Qasim, bi əbi əntə və ummi iləllahi ətəşəffə' bik vəl əyimmət min vuldik. Allaha şəfi gətirəm sən, yəni sənin vasitən Allaha yaxınlaşıram və bil əyimmə min vuldik və sənin övladların vasitən və bi Aliyin əmiril müminin və Fatimə vəl Həsən vəl Hüseyin və Ali ibn Hüseyin bir imamların adını sayır. Yəni bu duanın içində, yəni də Allahı çağırmır, Peyğəmbəri çağırır və onun vasitəsilə Allah çağırır. Başqa bir duada, başqa bir hədisdə deyir ki, İzâ kânət li əhədikum istiğâzə ilə Allah Teala fəl yusalli rək'əteyn, thumma yəscud və yəqul, ya Muhammed, ya Rəsuləllah. İmam Sadiq əleyhissalam buyurur ki, hər zaman sizlərdən birinin bir hacəti oldusa, onda
2 rükət ehtiyac namazı, hacət namazı qılsın, fəlyusalli rək'atayn, thumma yasjud, səcdə eləsin və yəqul və belə desin: Ya Muhammed, ya Resulallah, ya Ali, ya Muhammed namazı qılsın, thumma yasjud. Çox maraqlı da, səcdə ibadətin ən zirvəsidir. Mən demirəm, bunu imamdan nəqlən hədis deyir. Namazı qıl qutar, səcdə halında denən ya Muhammed, ya Ali. Nəinki oturduğun halda. Səcdə halında desin, thumma yasjud və yəqul. Səcdə eləsin və səcdə desin, ya Muhammed, ya Resulallah, ya Ali. Səcdə də çağırsın Muhammədi və Alini. Ya Muhammed, ya Resulallah, ya Ali, ya Seyyidəl müminin vəl müminat. Zahirən Əleyhisselam xitabdır. Ey mömin kişi və mömin qadınların seyyidi, bikuma əstəğis iləllahi Teala. Sizin vasitənizlə Allahdan kömək istəyirəm. Ya Muhammed, ya Ali, əstəğisu bikuma hədisində dalısı vardır. Deməli onda İmam Əleyhisselam hətta nəinki adı, hətta səcdə halına belə ya Muhammed, ya Ali zikri deyib onlardan kömək istəmək heç bir problemi yoxdur. Digər bir hədisdə Məsum xanım Zəhra əleyhissalam çağırır. Deyir ki, ən Ali ibn Əbi Həmzə, ən Əbi İbrahim əleyhissalam. Zahirən bu hadisə Əbu Həmzə Bətaininin yaxşı vaxtlarında olub. Çünki Əbu Həmzə Bətaini İmam Kazım əleyhissalam böyük sahabələrinin, sonra Vaqifi məzhəbi Quran məlunlardan oldu. Bu hədisi nəqlədiyi vaxt zahirən hələ yaxşı vaxtdır. Çünki İmam Kazım əleyhissalam, Əbu İbrahim, yəni İmam Kazım əleyhissalam hadisəsi deyəm. Əbu Həmzə Bətainidir. Əbu Həmzə Bətaini. Deyir ki, Əbu Həmzə Bətaini, bayaq dedim Əbu Həmzə başqa idi. O Əbu Həmzə Somali idi. Bu Əbu Həmzə Bətainidir. İmam Səccad əleyhissalam, o İmam Səccad əleyhissalam sahabəsi Əbu Həmzədir. Bu Əbu Həmzə Bətaini İmam Kazım və İmam Rıza əleyhissalamın zamanında yaşayır. Bu Əbu Həmzə Bətaini zahirən elə yaxşı vaxtlarındaydı, imamın vəkil olduğu vaxtlarındaydı. Deyir ki, daxil oldum Əbu İbrahim, yəni İmam Kazım əleyhissalam məhzərinə. İmam Kazım əleyhissalam qalə li inni ləməv'ukum munzu 7 əşhur və ləqəd vu'ikə ibn 12 şəhrən. İndi həmən dövrdə xüsusi bir xəstəliymiş, yəni o yəni temperatur qızma xəstəliyi də, qızdırma xəstəliyi. Əbu Həmzə Bətaini deyir ki, Həzrət İmam Kazım əleyhissalam mən dedi ki, 7 ay, 7 əşhur. 7 ayda qızma xəstəliyi məndən götürülmür. Oğlum isə İmam Kazım əleyhissalam, oğlum isə 12 aydır, yəni 1 ilə yaxındır ki, qızma xəstəliyi ondan götürülmür. Və ləqəd vu'ikə ibn 12 şəhrən və hiyə tudaifu aleynə, gün-gündən də artır. Əşərtu ənəh la təəxud fil cəsədi kulləh. Belə istəyirəm ki, bütün bədənimi sanki elə bir ot götürüb, məsələn. Rübbəmə əxədtu fi a'ləl cəsəd və ləm təəxud fi əsvəlih. Bəzən deyir ki, aşağıdan hiss eləyirəm, yuxarıda olmur. Bəzən yuxarıda hiss eləyirəm, aşağıda olmur, sanki yayılır bədənim, bəzən belə olur. Və rübbəmə əxədtu fi əsvəlihi, əxədət fi əsvəlihi və ləm təəxud fi a'lə. Hərarəni götürək də, hərarən deyir ki, əxədət olsun. Bəzən görürsən qızdırma aşağıdan başlayır, yuxarısında olur. Yuxarıda bədənin yuxarısında olur, aşağısında olmur. Nəsə danışır Həzrət, bədənin halətini danışır. Qultu cu'iltu fidək. Bizə lazım olan bu hissəsidir. İn əzintə li həddəstükə bi hədisin ən Əbi Bəsir ən cəddik. Dedim, ağa, icazə versəydin Əbu Bəsirdən ki, bir hədis eşitmişdim, o da cəddindən eşitmişdi. O hədisi icazə versən sənə nəql eləyim. Ənəhu kânə izə vu'ikə istəanə bil-mail barid. Deyir ki, fəyəkunu ləhu səvban. Deyir ki, Əbu Bəsir deyirdi ki, cəddin İmam Baqir əleyhissalam elə ki, bədəndə qızma xəstəliyi olardı, soyuq su tələb elərdi və 2 dənə paltarı olardı. Fəyəkunu ləhu səvban, səvbun fil-mail barid və səvbun ələ cəsədihi. Yanında da sərin su qoydurardı, soyuq su qoydurardı, su dicdaşəsin, paltarını salırdı soyuğa. Geyinirdi, biraz bədəni qızanda gene dəyişirdi. Yəni paltarları isladıb geyinirdi bədəni ki, bədəninin qızmasını aparsın. Və səvbun ələ cəsədihi. Yuravihu beynəhumə. Tez-tez dəyişərdi o yaş paltarlar, tez-tez geyinərdi ki, bədəninin qızması geçsin. Bizə lazım olan bunlar hamısı müqəddimə idi bu sözün. Thumma yunadi hatta yusma savtuhu ala babid dar. Ya Fatimə bint Muhammed. Fəqalə sadaqt. Kafidəndir rivayət. 8-ci səhifə 109. Dedi ki, Cəddül İmam Baqir əleyhissalam ucaq səsindən elə qışqırardı ki, hətta çöl darvazanın ağzındakı eşidərdi ki, qışqırardı, ya Fatimə bint Muhammed, bint Muhammed, yəni xanım Zəhra ki, Peyğəmbərin qızıdır. Məsum imam xəstədir, bədənində problem vardı, Allah yox xanım Zəhranı çağırır.
Sonra da bu nəfərin sözüdür. İmam təsdiq edib, düz deyirsən, yalan demirsən. Əbu Bəsir düz deyib. Əbu Bəsir rivayəti düz deyib. İmam Baqir əleyhissalam xəstələnən zaman Allah yox, xanım Zəhranı çağırırdı, Fatimə binti Muhammədi çağırırdı. Adətən insanların zehnində bu belə təfəkkür vardır ki, kömək ancaq Allahdandır. Və dərhal da namaz deyir ki, İyyəkə nə'budu, İyyəkə nəstə'in. Amma dediyim kimi, rivayətlərə baxanda görür ki, yox, müstəqil kömək Allahdan olmalıdır, amma qeyri-müstəqil kömək imamlardan ya məsullardan heç problem yoxdur. Və çoxlu dualarda gəlib ki, həmən dualarda məsələn birincidir ki, hər Şəban ayında bu şey oxuyuruq. Allahümmə salli ala Muhammedin və ali Muhammed şəcərətin nübuvvə hər gün Şəban ayının müstəhəb əməli ki var, günorta namazından sonra oxuyuruq. Hər Şəban ayının günorta namazından sonra oxunan şəcərətin nübuvvə ki müfəssəl bir duadır. Və mavdi'ir risale və müxtəlifəl mələikə və ma'dinil ilm və əhli beytil vəhy deyirik. Ondan sonra nə deyirik? Allahümmə salli ala Muhammedin və ali Muhammed əl-kəhfil hasin. Allahım Muhammed və onun ailəsinə salam salavatı göndər. Əl-kəhfil hasin yenilməz qaladılar. Və qiyasil muttarril müstəkin çıxılmaz vəziyyətdə qalanların köməkçiləridirlər. Yəni onda Əhl-i Beyt əleyhissalam bizi şirkə dəvət eləyir ki, biz Əhl-i Beyt əleyhissalamı Allahın höccətlərin qiyasul muttarril müstəkim ilə və məlcəil haribin və muncil xaifin və ismətil mu'tasimin qorxanların yeri, nə bilim deyə mu'tasimlərin, sığınmaq istəyənlərin sığınacağı yeri, maşallah bir-birini vəsf edir. Bu da bir dəlildir ki, onda məsum bizə dua öyrədir, Şəban ayı Allahın ən mühüm ayında, hər gün məsələn günorta namazından sonra Əhl-i Beytə xitab edir ki, siz köməksizlərin köməyi. Görür, Allah köməksin köməksizdir. Digər bir hədis. Ya Mevlati ya Fatimətə əğisini. Misbahda, deyir ki, Qəbəsül Misbah kitabında Sehreşdidir, nədir? Şeyx Tusi'nin tələbəsi, nəql hədisi kimdən? Ənis Sadiq əleyhissalam qal. İzə kanət ləkə hacə iləllah və duqtə biha zərən. Təsalli rəkəteyn. Elə ki, hacətin, problemin belə də çox çətin vəziyyətə gəlib çatdı ki, artıq heç kəs sənə kömək elə bilmir, hər yerdən çarə yolların kəsilibdir, 2 rükət namaz qıl. Fəizə səlləmtə kəbbirillah sələsən. Namazı qutarandan sonra 3 dəfə Allahu Ekber denən və səbbih təsbih Fatimə əleyhissalam və xanım Zəhra əleyhissalamın zikrini denən, təsbih denən. Thumməscud, sonra səcdə elə. Və qul 100 mərrə və səcdə halındaykən bu sözü denə. Ya Mevlati, ya Fatimə əğisini. Thumma da xəddəkə ləmin ələl ard və qul misli zalik. Thumma ud ilə sucud və qul zalikə 100 mərrə. Deyir ki, namazı qutar. Ondan sonra alnı qoy, türbəti alnı qoy möhrə. Denən ki, 100 dəfə denən. Ey xanım Zəhra, ey Fatimə-i Zəhra, əğisini, mənə yardım elə, əğisini. Qovs, yəni kömək, yardım elə. Sonra sağ üzü qoy, sol üzü qoy, sonra nə bilim, təzdən alnı qoy və hər dəfəsində də 100 dəfə xanım Zəhradan kömək istə, səcdə də kömək istə. Demək, ondan əuzubillah İmam Sadiq eləsən bizi şirkə dəvət eləməz ki. Deyərdi ki, elə bu cür öyrədərdi də bizə. Çünki bunlar hamısı şiyələrə xitabdır. İmam Əleyhisselam ağlı kəsmirdi, mənə bu cür öyrətsin ki, çarəsiz vəziyyətdə qalanda, alnı qoy torbağa, denək ki, ilahi, səni and verirəm xanım Zəhranın ehtiramına mənə. Bunu deyə bilərdi də. Niyə demədi? İmam Nəvzul ağlı kəsmir. İmam şuuru şəkildə deyir ki, əgər elə bir halətdə qalıbsan ki, heç kəs sənə kömək eləməyəcək, bütün çarə yolların bağlanıb. Rivayət nəvə cürdür. Yəni Sadiq əleyhissalam, İzə kanət ləkə hacətun iləllah. Əgər Allaha bir hacətin varsa ki, da heç yol yoxdur. Və duqtə bihazərəm, yığılıb qalıbsan burada, heç bir yerin yolun yoxdur. Bütün çarə yolların bağlanıb. Bütün çarə yolların bağlanan halda demir denən ki, ilahi xanım Zəhraya xatir hacətimi ver. Denir ki, ey xanım Fatimə-i Zəhra, əğisini mənim dadıma çatır. İmam deyər, belə deyər ki, Allahdan istə. İmam demir Allahdan istə, deyir ki, xanım Zəhradan istə. Denən əğisini. Və vəzkur hacətəkə fə innəllah yaqılıyha. Ondan sonra bu dediyim proses Həzrət buyurur ki,
alnı qoyandan sonra sağ üzü, sol üzü qoy, hər dəfə 100 dəfə xanım Zəhranı çağırandan sonra ondan sonra hacətini istə. Fə innəllah yaqdiha, Allah Taala hacəti rəva eləyər. Nəhnu babul qavsuna əmirul müminin qavsul muqtarin və ilaxır və s. Bu həddən artıq çoxdur, onu istəmirəm çox da vaxtım təkrar şeylər çox olmayım ona görə. Deyir ki, salatul hüccəl qaim əccələ fərəcəşər rəkəteyn. تقرأ في كل ركعة فاتحة الكتاب إلى إياك نعبد وإياك نستعين ثم يقول 100 مرة إياك نعبد وإياك نستعين ثم تتم قراءة الفاتحة وتقرأ بعدها الإخلاص مرة واحدة وتدعو عقبها فتقول اللهم عظم البلاء وبرح الخفاء وانكشف الغطاء. Şimdi neçə forması ilə gəlibdir. İmam Zaman əleyhissalamın namazından sonra və digər yerdə də mərufdur. İmam Zaman əleyhissalamı çağırır, Allah'ı çağırandan sonra, ta ki Allah'la istiğasədən sonra nə bu söz deyirik? Belə deyirik. Deyirik ki Allahümme salli ala Muhammedin və ali Muhammed əlləzinə əmərtənə bi taatihim. Biz əmr eləmiş onlara itaat elə və əccil fərəcəhum bi qaimihim və azhir i'zazəhu. Sonra deyirik, bizə lazım olan səs budur. Ya Muhammedu ya Ali, ya Aliyu ya Muhammed. Maraqlı burasındadır ki, kafi Allahın adlarındandır. Kafi Allahın adlarındandır. Yəni hər şeyə bəs edən, kifayət edən. İkfiyani fə innəkuma kafiyan. Ey Muhammed, ey Ali, ikfiyani, mənə bəs olun. Fə innəkuma kafiyan, siz kafilər. Onda denən ki, imam, nəuzubillah, bizi vadar elə ki, bizi şirk edək. Allahın kafi adın Peyğəmbərə və Əliyə nisbət verir. Ya Muhammedu ya Ali ikfiyani fə innəkuma kafiyan vənsurani fə innəkuma nasiran. Mənə kömək eləyən, siz kömək eləyənlərsiniz. Vəhfazani fə innəkuma hafizay. Məni qoruyun. Hafizə Allahın adıdır. Niyə görə Peyğəmbərə deyir, ilahi. İmam mənə bu cür öylədə bilərdi, şuuru şəkildə ki, Allahdan istə, imamdan istəmə deyərdi ki, get Allaha denən ki, Allah, Peyğəmbər Əliyə xatircülər sənin üçün əziz bəndələrdir, mən hifz elə. Bunu öyrədə bildiyi halda mənə deyir ki, namazdan sonra bu cür deyəcəksən. Deyirsən, ya Muhammed, ya Ali, ihfizani, siz ikiz qoruyun məni. Hifz sözün Allah yox, Peyğəmbər Əliyə nisbət verir. Yaxşı, nə deyək? Bir dənə döy hədis, 2 dənə döy, 3 dənə döy, 10 dənə döy, 50 dənə döy, 100 hədis. Hər babdan bir 2 dənə şey seçirəm. Mən Allah kömək olsun, seçim yığıblar ora. Hərəsindən bir dənə 2 dənə. Yəni bir dənə 2 dənə deyirsə, bəlkə sənədində problem vardı. Nəuzubillah, imamlar əvvəl bizə şirk öyrətdilər. Deməli, onda bir həqiqət var. Əgər Allahdan bir şey istəyirsənsə, onun höccətinin qapısına gedəcəksən. Bəli, əgər höccətin müstəqil bilirsən, onda müşriksən, kafirsən, Allahın düşmənisən, cəhənnəm əhlisən. Yox, əgərsə bu cür yanaşırsan ki, Allah o qüdrəti ona verir, istədiyi vaxt Allah heç nəydə yoxdur. Hər nəyi var hamısı Allahdan, onda olacaq tohid. Eyni tohid olacaq. Demək, tohidlə şirk bir müstəqil və qeyri-müstəqil məsələsindədir. Özündən bir şey varsa olacaq şirk, Allahdan da hər nəyi varsa olacaq tohid. Ya Muhammed, ya Ali, ikfiyani fə innəkuma kafiyay. Mənə kifayət edin, siz kifayət edənsiniz. Ya Muhammed, ya Ali, unsurani fə innəkuma nasiray. Mənə nasir olun, kömək olun, siz köməksizsiniz. Ya Muhammed, ya Ali, ihfizani fə innəkuma hafizay. Və axırına qədər. Başqa bir duada eyni həmən məzmun gəlib, ya Cəbrail, ya Muhammed, ikfiyani. Bu dəfə Peyğəmbərə yox, Əli əleyhissalama yox, Peyğəmbərlə Həzrət Cəbrail əleyhissalama deyir ki, ya Cəbrail, ya Muhammed, ikfiyani, mənə bəs eləyin. Bir formasıdır ki, Cəbrail də Allahın üstün məxluqlarından, bəndələrindən biridir. Yəni, o məzmunda da bir neçən rivayət var. Başqa gəndə həmən o yuxarıda oxudum rivayətə bənzər başqa bir rivayətə və yəqulu, ya Fatimə bint Muhammed, əşir mərad, ətəşafə bikə yallah fîmə nəzələ bi fə innəhu yəbra inşallah. Əgər bir nəfər deyə xəstələnsə, onda 10 dəfə, yuxarıda hədisdəki 100-dür, burada deyir 10 dəfə desin ki, ya Fatimə binti Muhammed, 10 dəfə xanım Zəhra əleyhissalam çağırsın, Allah Teala o xəstəlikdən nicat verər. Allah Teala ona şəfa verər. Allahümme binəbiyyikə Muhammedin, bu cür bizə çox da lazım deyil, çünki Allaha and verir, amma bu cür hədislərdə həddindən artıq çoxdur. Deyir ki, başqa bir rivayətdə gəlib ki, İmam Sadiq əleyhissalamdan fəlyəqif ində rəhsil Hüseyin əleyhissalam vəliyəqul, ya Əba Abdillah, əşhədu ənəkə təşhədu məqami və təsməu kəlami və ənəkə həyyun ində Rabbikə turzəq fəsəl Rabbəkə və Rabbi fi qadai həvaici fə innəha tuqla inşallah Teala. Deyir ki, gəldin durdun İmam Hüseyin əleyhissalamın qəlbində. Bu arada rivayətlərdən çox. Demir ki, Allahdan istə İmam Hüseyin əleyhissalama xatir versin. İmam Hüseyndən istə.
Deyir, ya Əba Abdullah, dur İmam Hüseynin mübarək qəbrinin qabağında deyir ki, ey Əba Abdullah, əşhədu ennəkə təşhədu məqam. Mən şahidəm ki, sən məni görürsən. Mənim hərəkətlərimi görürsən. Və təsməu kəlamı sözlərimi də eşidirsən. Və ennəkə həyyun ində Rabbikə turzaq. Sən dirisən, onun Rəbbin yanında cənnət neymətini neymətlənirsən. Fəsəl Rəbbəkə və Rəbbi fi qadai həvacı. O Allah ki, həm sənin və həm də mənim Allahımın hacətlərimi versin. Allahdan istəsin də. Niyə İmam Hüseyndən istəyir? Niyə İmam Hüseyin deməlidir? Deyir, imama denən. O edesin. Çünki sənin ləyaqətin yoxdur. Ondan istəyəcəksən ki, o alıb versin sənə. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu ala seyyidina və nebiyyina Muhammedin və alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. ودخل المدينة على حين غفلة من أهلها فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه قال هذا من عمل الشيطان إنه عدو مضل مبين صدق الله العلي العظيم. Ötən söhbətlərimizdə təvəssül barəsində və şəfaət barəsində geniş şəkildə neçə söhbətlər elədik. Bugünkü söhbətimdə inşallah istiğasə barəsində danışacağım. Amma bugünkü şübhəm təkcə vəhabilərə qarşı deyil. Çünki qardaşlardan bəzisi xahiş elədi ki, sırf öz şiə qardaşlarımızın ki, bəziləri şübhəyə düşüblər ki, imamdan bir şey istəmək olar ya olmaz, birbaşa istəmək. Ona görə bu söhbətim şübhəyə cavab olsa da öz şübhəmizə cavabdır. Yəni öz içimizdə olan şübhəyə cavabdır. Vəhabilərlə danışmırıq. Ona görə də kimsə mənə etiraz eləməsin ki, bu dediyin hədislər hamısı öz hədislərimiz. Mən bu söhbətim artıq yönəliydi özümüzə. Vəhabi ilə üstündən işim yoxdur. O şiə qardaşlar ki, şübhəyə düşüblər ki, görəsən imamından bir şey istəyə bilərəm, istəyə bilmərəm. Artıq mənim işim yoxdur. Buxaridə nə gəlibdir, Müslimdə nə gəlib. Ona görə deyəcəyim hədislər hamısı öz kitablarımızdan gələcək ki, zehnimizdə olan, yəni öz içimizdə olan qardaşların ki, zehndə bəzi şübhələr var ki, imamdan bir şey istəmək olar ya olmaz. O şübhələri dəf eləmək üçün bu söhbəti eləyəcəm ki, qardaşların zehnindən bu şübhə çıxsın. İstiğasə, yəni kömək istədi. Bu ayə ki, oxudum, Qəsəs surəsi 15-ci ayə. Bu ayəni niyə görə oxudum? Bu ayə bizim bəhsimizə aidəti olan bir ayədir. Bizim bəhsimiz bundan ibarətdir ki, görəsən, Allahdan başqasından yardım istəmək olarmı? Əvvələn bunu qeyd edeyim ki, yardım istəmək, Allahdan başqasından yardım istəmək, 3 formada təsəvvür oluna bilər. Bir dəfə deyirəm ki, ilahi, filan kəsə xatir mənə yardım elə. Peyğəmbərinə xatir, Əli əleyhissalama xatir, xanım Zəhraya xatir mənə yardım elə. Burada zahirən heç bir müsəlmanın bir problemi yox. Çünki burada istək Allahdandır. Burada şübhə eləməyiblər. Nə vəhabisi, nə sünnisi, nə şiəsi. Burada bir problem görmürlər ki, Allahdan bir şey istəyəsən filan kəsin xatirinə. Burada zahirən işqallı bir şey yoxdur. İkincisi budur ki, deyirəm ki, ey imam, ey xanım Zəhra, ey filan kəs, Allahdan istə ki, mənim hacətimi versin. Burada da genə zahirən o qədər problem yoxdur. Sünni şiə hamısı qəbul eləyibdir. Vəhabilərin də mümkün bəzi alimləri bəzi dar çərçivədə qəbul eləyərlər ki, lakin de Peyğəmbərdən olar. Xüsusi olaraq gedəsən Peyğəmbərinə, istəyəsən ki, Allah məsələn filan ümmətin günahı bağışlasın. Dar çərçivədə qəbul eləyiblər. İkinci forma yardım istəməkdə bəşərdən istəyirəm, məxluqdan istəyirəm, amma necə deyirəm ki, Allahdan istə ki, filan hacətimi, yəni ya Peyğəmbər, ya xanım Zəhra, Allahdan istə ki, filan hacətimi versin. Bunda da yenə deyir ki, o qədər çox problem yoxdur. O ki, problemdir, üçüncüsüdür. Üçüncü nədir? Birbaşa məsumun özündən istəmək. Ya İmam Hüseyin əleyhissalam, mənə pul ver, ya İmam Hüseyin, mənim xəstəmə şəfa ver, ya İmam Hüseyin əleyhissalam, mənim uşağım olmur, mənə uşaq ver. Bu şirkdir ya yox.
Bu başdan deyirik ki, şirk və tohid arasında geniş şəkildə saatlarla, dəqiqələrlə ötən bəhslərimizdə söhbətlər eləmişik. Qayıdıb müraciət eləmək istəyənlər əqidə və şübhələrə cavablarda geniş şəkildə danışmışdıq ki, bunlar ibadətə necə tərif veriblər, şirkə necə tərif veriblər, biz necə tərif vermişik, o bəhslərə qayıtmaq istəmirəm. Xülasə var, bunu deyirik ki, şirk ilə tohid arasında bir balaca sap kimidir. Bir balaca o tərəfə eləyəndə şirk olar, bu tərəfə eləyəndə tohid olar. Nədir o həmin o sap? Ki, bir balaca o tərəfə eləyəndə insanı mömin də elə bilər, kafir də elə bilər. Əgər insan bu etiqadda olsa ki, imamın özündən heç nəyi yoxdur. Hər nəyi varsa, elmi, qüdrəti, mənə verəcəyi, məndən alacağı neyinizə, hamısı Allahdandır. Oldu tohid. Çünki sən imamın özünə heç bir şey vermədin. Hər nə gördünüz, Allahdan gördün. Sadəcə olaraq, imam Allah üçün o qədər əzizdir, onun üçün o qədər sevimli bəndəsidir ki, mənə sənə vermədi, ona veribdir. Yəni, imamın özündən heç nəyi yoxdur. Hər neyinirsə, hamısı Allahın izni, Allah ona verdiyi elmi, ona verdiyi imkan sayəsində eləyir. İstədiyi vaxtda Allah heç nə eləyə bilməz. Onda olacaq eyni tohid. Bu əqidəni başında olandan sonra deyirəm ki, ya imam sənsən, mənim uşağım yoxdur, mənə uşaq ver. Mənim elmim yoxdur, mənə elm ver. Mənim pulum yoxdur, pulu ver. Evim yoxdur, ev ver. Mənim xəstəmə şəfa ver. Və bilirəm ki, imam hər neyinirsə özündən heç nə eləməz, hamısı Allahın ona verdiyi qüdrət və elm sayəsindədir. Bunda olacaq tohid. Bir də var, məsələyə bu cür baxıram. Elə bilirəm ki, Allah Taala imamı xəlq eləyib, gedib oturub, məsələn, nəuzubillah öz kabinetində, nəstəcirə billah, elə bil ki, bir təsəvvürləsə bir müdür kimi, buraxıb imamın öhdəsində ki, imam nə bildi eləyəcək. Yəni, Allah imamdan əlaqəsini kəsib, da imam artıq müstəqildir, nə bilsə eləyəcək, bu olacaq şirk. Ki, vəhabilər bunu ayırt elə bilmirlər. Və çox təəssüflər olsun ki, o şübhələr yavaş-yavaş sirayət edir şiələrin də zehninə. Elə bilirlər ki, biz deyəndə ki, İmam əleyhissalam istədiyi iş görə bilər, o deməli müstəqil görər. Müstəqil, imamı müstəqil görmək Allah qabağında nid düzəltməkdir, şərik düzəltməkdir. Onda olacaq şirk. Onda olacaq sən imamı Allah şərik qərar verdin. Biz bu cür demirik, deyirik, istiğasədən məqsədimiz, imamdan istədiyimiz odur ki, imam Allah üçün o qədər əziz bəndədir, o qədər gözəl bəndədir, o qədər sevimli bəndədir ki, Allah Taala başqası üçün açmadığı qapını açıb, başqasına vermədiyi şansı ona veribdir ki, ey mənim məsələn deyə bəndəm Əli ibn Əbi Talib, ey mənim bəndəm Muhammed ibn Abdullah sallallahu və sallamu əleyhimə. Yox deyil mənim məsələn deyə kənizim xanım Fatimə-i Zəhra. Mən sizə üçün bu qapını açmışam, siz ki mənə gözəl bəndə oldunuz. Ged biri xəstə olanda xəstəsinə şəfa ver, birinə nə bilim hacətin ver, birinin pulunu ver, birinə nəyin vercinə. Bizim iddiamız budur ki, Allah o qapını onun üçün açıb, Allah o şansı ona verib, Allah o imkanı ona verib, o qüdrəti, o elmi verib. Niyə görəm onda mən müşrik olum? Qəlbində oxuyacaq hədisləri, ayələri. Sual, Allahdan başqasının kömək istəmək olarmı? Necə ki, bəzilən zehində var, yenə deyim, artıq mənim söhbətim vəhabilərlə deyil, özümüzlə. Elə bilir ki, Allahdan başqasının kömək istədim, mən şirk eləmişəm. Bu ayənin ki, sözümü başladım, Həzrəti Musa əleyhissalamın qissəsindədir. Musa əleyhissalam yoldan keçirdi, hələ Fironun şəhərində yaşayırdı. Hələ getməmişdi, qaçmamışdı şəhərdən. Gördü ki, Bəni İsraildən bir nəfərlə, yəni Musa əleyhissalam qohum əqrabasından bir nəfərlə, Qibtilərdən, yəni Fironun adamlarından bir nəfər dalaşırlar. Musa əleyhissalam kömək istədi. Deyir ki, فَاسْتَغَاثَهُ الَّذِ مِنْ شِيعَتِهِ عَلَى الَّذِ مِنْ عَدُوِّهِ. Bəni İsraildən olan, yəni Musa əleyhissalam qohum əqrabasından olan bir nəfər düşməninə qarşı Musadan kömək istədi. فَاسْتَغَاثَهُ kömək istədi. Sual, əgər Allahdan başqasına istiğasə, yəni Allahdan başqasına əğasə, yuğisə, yəni kömək eləmək deməkdir. İstiğasə kömək istəmək deməkdir. Əgər Allahdan başqasından yardım istəmək şirkdirsə, nə dəxli var? Diqqət edin bu sözümə. Sözümə diqqətlə qulaq asın. Şirk hər yerdə haramdır. Nəinki şirk bəzi yerdə halaldır, bəzi yerdə haramdır. Yox, belə bir şey yoxdur. Əgər hər hansı bir şeyi Allaha şərik qoşuruqsa, şirk olursa, o haramdır, bidətdir, qadağandır, günahdır, cəhənnəm olur, adı hər nə qoysan qoy. Üstünə xət çəkilibdir. Amma nəinki deyək, dirini Allaha şərik qoşmaq olar, ölünü Allaha şərik qoşmaq olmaz. Belə bir şey yoxdur. Şərik qoşmaq batildir, cəhənnəm odudur, insanı dindən çıxardar. Dirini də Allaha şərik qoşsan olmaz, ölünü də Allaha şərik qoşsan olmaz. Ona görə insanlar necə aldadırlar? Musa əleyhissalamın qissəsində ki, o diri idi, diridən kömək istəmək olar. Necə ki, bunu geniş şübhələrdə vəhabilərə cavab verir, demişdim bu sözü. Əgər şirkdirsə,
ölünü də Allah şərik qoşsun haramdır, dirini də. Allah şərik qoşmaq olmaz ümumən. Nə peyğəmbərin, nə mələkin, nə insan heç kəsə. Quran deyir, fəstəğasəhu. Musa əleyhissalamdan istiğasə elədi, kömək istədi. Əgər şirk edirsən, Musa əleyhissalam onu deyir ki, Allahdan istə. Niyə məndən istəyirsən? Deməli, onda istiğasə Allahdan başqasına da caizdir. Və yaxud Allah Taala Musa əleyhissalamın özün Firavuna tərəf göndərəndə niyə Allahın köməyini arxalanma dedi ki, qardaşım Harun mənə köməkçi qoşsun. Belə deyərdi də. Deyərdi ki, ilahi, sən mənə bəs eləyərsən, hansı ki, innə mə'yə Rəbbi səyəhdin deyir başqa bir ayəsində. Rəbbim mənləndir və özü də mənə yol göstərəcək. Deməli, onda Allahdan başqasından kömək istəmək haram deyil, bidət deyil, şirk deyil, küfür deyil. Allahdan başqasını müstəqil görmək şirkdir. Musa əleyhissalam şuurlu bir məxluqdur, Allahın sevimli peyğəmbəridir, əziz peyğəmbəridir. Bilir ki, Allah Taala heç kəsin zənbildə kömək sallamır. Çünki insana köməkçi lazımdır. Atadan, qardaşdan, dostdan, kimdənsə. Allah Taala qeybi qüdrətini hər işi görə bilər. Allahın qüdrətinin qabağında heç nə dayana bilməz. Amma Allah da bu aləmi səbəb-nəticə qanunlarına tabe elətdirib. Əgər düşmən üzünə gedirsən, yanında bir əsgərin olmalı, yəni bir köməkçin olmalıdır. Musa əleyhissalamın Harunu köməkçi istəməsi Allaha şərik qoşmaq demək deyil. Bəlkə Allahın qoyduğu qanun çərçivəsində əməlləməkdir. Musa bu şuurlu şəkildə bunu eləyir. Deyirlər, mənə göndərirsən, mənim dilimdə məsələn qüsur var, uşaqvatlı dili yanlış deyən hər nə, qardaşım məsələn deyir, Harun məndən daha yaxşı danışır. Mümkün mən sözümü yaxşı ifadə edirəm, o məndən daha yaxşı ifadə edir, qoy məndən getsin. Əgər Allahdan başqasının öz işində köməkçi qoşmaq haramdır, Musa əleyhissalam onu eləmədi və ya Allah onu inkar edərdi ki, ey Musa, niyə mənə şərik qoşursun əksinə? O Harunu köməkçi istədi, Allah da verdi. Deməli, onda Allahdan başqasının köməkçi kimi çağırmaq, kömək istəmək haram deyil. Yaxşı, Allahdan başqa bir şey insana fayda verə bilər. Milyonlarla şeylər insana fayda verə bilər, Allahdan başqa şey. Quran ayəsində, hədislərində təsdiqlənib. Amma Allahın izni ilə. Cansız dərmanı tutaq ki, deyə bir dənə hər hansı bir parasitamolu. Götürüb, cansız bir əşyadır, götürüb atır ağzına, bir sikan suyuna içdin getdi. Yarım saat sonra başının ağrısı geçir. Bunda şərik qoşsun Allaha. Məyər Quran demir ki, və izan məriyyəttu fəhuvə yəşfini. Əgər mən xəstələnsəm, o mənə şəfa verəndə, Allah mənə şəfa verir. Və sonunda şəfanı niyə görə dərmanda gördün? Hə. Savadlı, əqidəsini bilən mömin, bilən müsəlman, şiə, dərhal nə deyəcək? Deyəcək, mən şəfanı dərmanda görmürəm ki, o dərman vasitədir, şəfanı verən Allahdır. Amma Allah da öz sözdə sənə şəfa verməyəcəm. Ged zəhmət çək, o dərmanı at, bundan sonra mən sənə şəfa verim. Allah Taala işlərin vasitələrlə qərar verib. Xəstələnsə də get həkimə. Nə bilim deyə psixoloji durumun var, get psixoloqa. Nə bilim filan şey var, get filan yerə. Allah Taala hər şeyə qadirdir, amma vasitələrlə iş görür. Eləcə də imam da, məsum da bu aləmdə Allahın vasitəsidir. Allah Taala'nın gücü çatmırdı ki, birbaşa bu aləmdə iş görməyə, gücü çatırdı. Və niyə görə vəhyin özü göndərə bildi, Allah necə ki, bəzi hallarda Peyğəmbərə birbaşa vəhyin göndərir. Niyə Cəbrəldən göndərirdi? Niyə Cəbrəli vəhyin mələk eləyib? Allah öldürə bilməz, canımızı da alır, Allah öldürür də. Niyə Əzrail əleyhissalamı tapşırıb ölüm mələci adı qoyub? Allah elə bilir də bunu. Üstəlik, hələ bunlar böyük mələklərdən. Onlar keçirik o deyir. Fəl-müdəbbirati əmra. Demək, bir dəstə mələklər var, Allahın bu aləmdə tədbir tökürlər. Hamısı bilir, müdəbbir Allah özüdür. Allahdan başqa müdəbbir ola bilməz, amma bununla yanaşı Quran fəl-müdəbbirati ən azından 3 dənədən çox olmalı ki, cəm siğəsi deyilsin ona. Naziat surəsində. And olsun bu aləmin tədbirini tökən mələklərə. Deməli, onda Allah Taala bu aləmə bir qanun qoyubdur, bir tədbir tökən mələklər vardır. Amma Allahın izni ilə. Allah icazə verib deyin, tədbir tökürlər. Allah vəhiy Cəbrəil əleyhissalama tapşırıb. Nə bilim deyə, bəzi qovumları həlak eləmək Cəbrəil əleyhissalam öhdəsinə qoyub. Nə bilim, suru üfürmək İsrafil əleyhissalama tapşırıb. Ölüm mələkin, ölüm işin Əzrailə tapşırıb. Həyat vermək, ruh deyilən bir varlığa tapşırıb. Nə bilim, nə. Nəuzubillah, Allah acizdir bu işləri görməkdə. Yox. Niyə görə? Sual. Əsas bəhsimiz buradadır. Niyə görə bir şiə qardaş, o bir şiə qardaş etiraz eləsin ki, sən ki getdin ki, ya Hüseyin,
Mənim məsələn xəstəmə şəfa ver, mənə pul ver, mənim uşağım yoxdur, mənə uşaq ver, mənim evim yoxdur, ev ver. Bir şiə qardaşı, yəni Vəhhabilərin işim yoxdur. Bir şiə qardaşı, o bir şiə qardaşı ittiham eləsin ki, bu şirkdir, bunu demə. Niyə? Əzrail əleyhissalama ölümü nisbət verəndə müşrik olmursan. Deyirsən ki, ölüm mələki, Əzrail ölüm mələki, adın qoy ölüm mələki. Bəzən qaşınmaqdır ki, Əzrail mötəbər rivayətlərdə gəlməyib. Adın qoy ölüm mələki, Quran ki, ölüm mələki, mələkül mevt. Ölüm mələki öldürür. Vəhiy mələki vəhiy gətirir. Allahın işdən ona nisbət verən kafir olmursan. Həmən o işi də İmam Hüseynə nisbət verirəm. Necə ki, deyirsən ki, Əzrail öz başına döy adam öldürsün. Nə bilim deyə, Cəbrail öz başına deyil vəhiy gətirsin. Deyirəm ki, İmam Hüseyin öz başına döy ki, adam deyilsin. Amma Allahın iznindən eləyə bilir. Necə ki, İsa əleyhissalam özünə nisbət verir, Allaha nisbət vermir. İsa əleyhissalam deyir ki, mənəm ölüləri dirildirəm Allahın izni ilə. Mənəm körlərə göz verirəm Allahın izni ilə. Mənəm nə bilim deyə, sağalmaz xəstələrə verirəm, şəfa verirəm Allahın izni ilə. Mənəm bilmədiyiniz evdə gizlətdiyiniz şeylər sizə xəbər verirəm Allahın izni ilə. Demir Allah Taala dirildir. Demir Allah dirildir ki, İnni əxluqu ləkum minət-tin. Mənəm xəlq elədim palçıqdan. İnni təkidlə deyil. Biiznillah, Allahın izni ilə. İsa əleyhissalam bilmirdi cümlə qurmağın təhərin. Deyərdi ki, Allah mənim əlimlə düzəldir, demədi. Mən düzəldirəm, mən palçığı düzəltdim, mən ona üfürdüm, amma Allahın izni ilə. Deməli, onda Quran bizə süqut eləyir ki, Allah Taala bəzi bəndələrində, o həmən bəndə cindən də ola bilər, mələkdən də ola bilər, peyğəmbərdən də ola bilər, quşdan da ola bilər, hər şeydən də ola bilər. Allah Taala bəzi bəndələrinə bəzi şeyi verir ki, o birlərinə verməyib onu. Və həmən şəxslər o işi görürlər, həqiqətdə görürlər, xəyalən yox. Həqiqətdə görür. Necə ki, Allah Taala Quranda deyir ki, və ma rəməytə iz rəməytə və lakinnəllaha rəmə. Atmadın o vaxt ki, sən attın. Ancaq Allah attı. Həm Peyğəmbərinə nisbət verir, həm Peyğəmbərinə nəfi eləyir. Bu nə olan sözdür? Və ma rəməytə iz rəməytə. Atmadın o vaxt ki, attın. Bu nə cümlə quruluşudur Quranda? Hə. Bizi bir həqiqətə vaqif elətdirsin, agah elətdirsin ki, iki cür baxış var. Bir müstəqil baxış var, onda şirk eləyirsən. Bir Allahın izni baxışı var, onda olur tövhid. Yəni, əgər biz baxsaq ki, Peyğəmbər ki, əlin vurdu torpağa, atır düşmən tərəfinə döndü, məsələn, bir fırtına, onları məğlub eləməyinə səbəb oldu, onların gözünü tutdu, nə bilim, onların imkanlarını kəsdi. Peyğəmbərin müstəqil atışı kimi baxsaq olacaq şirk. Allahın icazəsinə başlamaq onda tövhid. Ona görə Quran deyir. Və ma rəməytə, atmadın, izə rəməytə, o zaman ki attın. O zaman ki attın, amma atmadın, Allah attı. Yəni, ya Peyğəmbər, özünə nisbət verirsən ki, məndən idi, olacaq şirk. Demir Allah attı, deyir, sən attın, amma atmadın. Sən attın və atmadın. İstəyir bizə bu həqiqəti başa salsın, tövhidlə şirk arasında. Hər hansı bir məsələyə müstəqil şəkildə baxanda ki, Allahdan qırıb baxanda, onda nə olacaq? Olacaq şirk. Allahın izni, icazəsi, verdiyi qüdrətlə baxanda artıq olacaq tövhid. Amma bu demək deyil ki, Allah Taala hər şey öz gəlib daxil edir. Yox, izni artıq veribdir. Necə ki, məsələn, bir müdür o qədər etibarlı görür müavininlə işçisin, açarlar bir hansı otada nə istəyirsən götür. İstədiyi vaxt o açar onun əlindən ala bilər. Peyğəmbər və imamların, mələklərin, müqərrəb mələklərində işi bu cürdür. Özlərinin heç nə yoxdur. Amma o qədər Allah yanında etibar qazanırlar, o qədər Allahın əziz bəndə olublar, Allah onu verib, onu əta eləyib ki, uşaq olursun. Yəni bir həkim yanına gedirsən. Bir gəlinin ya bəyim, nəsə bir problemi vardı, bir ay müalicə elədi, uşağa qaldı. Heç onda şirk demirik. Nə zaman çox keçdi? Amma deyəndə İmam Hüseyin mənə uşaq verdi, onda deyəm müşrik. Hansı məntiqdir? Həkimə gedib müalicə olunanda, o da vasitə idi. Həmən vasitəni şirk görmədi. Dedim ki, Allah verdi, həkim vasitə oldu. İmam Hüseyin əleyhissalam nə elədi, nə tərəməndə mi o qeyb aləmdən nə elədi? Axı bir şeylər eləyir də. Niyə mən müşrik oluram? Deyəndə, ya İmam Hüseyin, məsələn, mənim özümü, övladımı uşaq yoldan uşaq ver. Niyə mən müşrik olmalıyam? Həkim maddi yollarla müalicə edir, hansı iynə vurdu, hansı dərman atdırdı, həmən nə elədisə. İmam Hüseyin əleyhissalam da bizim bilmədiyimiz bir yolla axı bir şeylər elədi də. Bu da vasitə idi. Niyə bu vasitədə müşrik olmuram, o vasitədə müşrik olurum? Hər ikisini var. Bəli. Yenə də deyirəm, dönə-dönə deyirəm, təkrarən deyirəm. Əgər baxsam ki, İmam Hüseyin əleyhissalam neyinir özündən elə, Allahın onun işi yoxdur.
Onda olacam müşrik. Onda olacam Allah qabağında İmam Hüseyin Allah yerinə ibadət eləmiş. Bir də deyirəm ki, Allah o qədər sevdi, seçdi ki, onun üçün qapı açdı. Da qapı açımız hər dəqiqə tədaxül eləmir ki, buna ver, ona ver, buna ver, ona vermə. Artıq o icazəni ona veribdi. İmam əqlül kuldur. Artıq harda məsləhət bilsə şəfa verəcək, harda məsləhət bilsə verməyəcək, öləcək. Özü bilir, o bilir nə etmək lazım. Onda ağıl öyrətmək olmaz. Amma deyək ta ki, hər dəfə İmam Hüseyin gəlsin, ay Allah icazə versən mən şəfa vermə, Allah verir. Olmadı ki bu. Dedi ki, bir müdür əgər arxayın olsa bir müavinindən, işçisindən, sekretarından, katibindən açarı veribdi ona. Amma fərq burasındadır ki, Allahla məxluqun arasında rabitə müdürlə mavinin rabitəsinə oxşamır. Necə? Müdür ölərsə, o açarlar qalar kimə? Mavininə, oğluna, əmri, sekretarına etibar edilmə. Amma Allahda bir şey yoxdur ki, nəsə rabitə qırılsın, ya nəuzubillah ölsün. Belə bir şey yoxdur. Onun feyzi daimidir. Elə bir necə günəşin şüası saniyələrini hər an saçır. Allahın da feyzi də qutarmayan bir şeydir ki, hər an peyğəmbərlərinə nədir? Özləri buyurlar ki, bir an kəsilsə biz də qutararıq. Hər an nədir? Elə bir ki, sanki o necə batarya dolduğunu Allahın feyzi o cür peyğəmbərlərin və mələklərin məxluqata daimi bir feyzlə ötürülməkdədir. Deməli, Allahdan başqasından yardım istəmək, kömək istəmək insanı şirk eləməz. İmamın qapısına gedəsən, ya əmir əl-müminin, mənə çarə qıl, mənə filan işimi ver. Burada heç bir şirk yoxdur. İndi mümkün deyərlər ki, bu sənin fərziyyələrindir. İmamlar bu işi görüblər, peyğəmbərlər bu işi görüb, peyğəmbərimiz və imamlar bu işi görüb. Ona görə istəyirəm ki, əyani surətdə rivayətlərə qayıdaq. Çünki bu şeylər artıq nədir? Rivayətlərdə görməli ki, imamlar bu işi görüblər, bizə əmr eləyiblər, eləməyiblər. Artıq burada heç kəs məndən sənəd istəməsin. Çünki o qədər çox rivayət oxuyacam ki, mütəvatirdir. Bir balaca işarə edirəm ki, təvatür bəzən ləfzi olur, mən kuntu mövla fəhəzə əliyyü mövla kimi. Artıq söz öz-özü. Bir də var, bəzən təvatür nə olur? Mənəvi olur. Bəzən də icmali olur. Mənim oxuyacağım rivayətlər mümkün nədir? İcmali təvatürün nəticəsidir. Bir balaca qısa izah edeyim bundan sonra. Təvatür ləfzidirsə, yəni məsumun ağzından söz necə çıxıbsa, o cürdə nəql olunur. Ta ki, məsələn deyək ki, sünni şiə hamısı nəql eləyib ki, əl-cənnətü təhtə əqdamil ümməhət. Cənnət anaların ayağı altındadır. Sünnisi, şiəsi, hamısı bu cür nəql ediblər. Başqa sözlərlə nəql eləməyiblər. Bu cür nəql ediblər. Peyğəmbər buyurdu ki, İnnəməl əmalu bin niyyat. Sanki Peyğəmbərin ağzından söz hansı ifadəni, hansı mübtəda ilə, hansı xəbərlə, hansı tamamlıq, hansı zərfinə çıxıbsa, hansı cümlə quruluşu olubsa, o cürdə gəlib çatıb. Mən kuntu mövla fəhəzə əliyyün mövla. Kimsə nə qədər mən kuntu imaməhu fəəliyyün imaməhu. Bu cür deməyib. Mən mövla sözü işlədiblər. Buna deyilə təvatür ləfzi, yəni ləfz olaraq məsumun ağzından necə çıxıbsa o cür. Bir dəfə də var, təvatür nədir? Mənəvidir, yəni mənada mütəvatirdir. Necə? Tutaq ki, məsələn, fərzən misal deyək. Deyək ki, Əli əleyhissalamın Əmr ibn Əbdvədi öldürməyi. Biri, məsələn, fərzən belə deyək, biz tarixçi bu ya bir hədisi budur nəql edir ki, Əli əleyhissalam girdi, bir neçə kəlmə danışdı, ondan sonra burada atını qısını kəsdi, sonra da öz başını kəsdi. Biri deyəcək ki, Əli əleyhissalam ondan, məsələn, neçə dənə seçim ixtiyarında qoydu, qəbul eləməyəndən sonra, ondan döyüş tələb elədi, ondan sonra döyüşdülər Əli əleyhissalam. Cümlələr müxtəlif olacaq, nəticə etibarən olacaq ki, Əli əleyhissalam Xəndək döyüşündə Əmr ibn Əbdvədi öldürdü. Bu da təvatür mənəvidir, yəni məna da yəni cümlə eyni sözlər deyib, bu tarixçi bir sözlə deyib, başqa cümlə ilə deyib. Cümlə quruluşları müxtəlifdir, nəticə etibarən Əli əleyhissalam Əmr ibn Əbdvədi öldürdü. Oldu mənada təvatür. Bunların heç birisinin işim yoxdur. Mənim danışdığım icmali təvatürdür. Nə demək icmali təvatür? Yəni, müxtəlif mövzulara aid olan şeylər, ortaq bir nöqtədə cəmləşibdir. Tutaq ki, məsələn, fərzən belə deyək. Deyək ki, bir hadisədə nəql edir ki, bir nəfər Əli əleyhissalamdan borc istədi, öz evində yox idi, getdi bir nəfərdən borc aldı, onun borcunu verdi. Başqa bir deyək ki, Əli əleyhissalam döyüş qənimətlərini əldə eləmişdi, bir dilənçi bütün döyüş qənimətini ona verdi. Bir hadisədən filan şey, başa düşürük ki, Əli əleyhissalam çox kəramətli kişiymiş. Hadisələr müxtəlif hadisələridir. Biri İslamın əvvəllərində olan, biri ortasında, biri axırında, biri öz xilafət dövründə, biri Nəbi Peyğəmbərin zamanındaydı. Müxtəlif hadisələr nəql edir, heç birisindən də nədir? Belə deyək də,
bir bağlayıcı nöqtəsi yoxdur. Bağlayıcı nöqtəsi nəticədə alırıq ki, filan hadisədə Əli əleyhissalam dünyaya bağlılıq olmadı, Allah yolunda verməyi bacardı. Əlində olan dünya malın, qızıldı, gümüş, nədirsə verməyi çox rahatcasına eləyə bildi. Hadisələr isə başqa-başqa hadisələr, başqa-başqa adamlar, başqa-başqa epizodlar, başqa-başqa zamanlar, başqa-başqa ölkələr, bir-birinə əlaqəsi olmayan. Onları bir-birinə bağlayan ortaq nöqtə nə idi? Yekun nəticə Əli əleyhissalam səxavətli kişi idi, kərim kişi idi, heç kəs. Uzanan əli boş qaytarmırdı. Çıxarda bilər, çıxarda bilmərik. Burada artıq yəqin verir bizə. Yüzlərlə hadisələrdən yekun nəticə alırıq ki, Əli bir kişi idi ki, qabağında uzanan əli dala qaytarmırdı. Əgər imkanı varsa onu qəza eləyirdi, o hacəti yerinə yetirirdi. Buna deyilər təvatür icmali. Nə deməli təvatür icmali? Müxtəlif hadisələr, müxtəlif zaman, müxtəlif məkanlarda baş vermiş hadisələrdən ortaq nöqtə çıxartmaq. Ki, o ortaq nöqtə artıq yəqindir, orada şübhə yoxdur. Mənim bu deyəcəyim rivayətlərdə təvatür icmalisi vardır. Yəni, istiğasə ilə bağlı, məsumdan bir şey istəmək ilə bağlı müxtəlif mövzulu rivayətlərin yekun nəticəsini alırıq ki, məsumu Allah yerinə qoyma, onu müstəqil görmə, onu Allah şərik qoşma, ondan sonra hər nə istəyirsən istə. Heç bir problemi yoxdur. Ona görə də yəqin ki, birinci söhbətdə qutara bilməyəcəm. Hər nə qədər oxuyaram, rivayətlərdən oxuyaram, qalan da qalar gələn söhbətimizə. Dediyim kimi artıq da məndən sənəd istəməzəm. Mən fəqət kitabların ünvanını deyəcəm ki, məsələn, filan kitabda, filan səhifədə bu rivayət gəlir. Çünki rivayətlər həddən artıq çoxdur. Bir dənə, 2 dənə, 5 dənə, 10 dənə deyil. Mümkün, məsələn, deyək, 100-lərlə rivayətin içində 20-sini, 30-unu oxuyacam. Hamısını vaxt çatmaz oxumağa. Məsələn, həmən ki, mümkün bölüm düzəldiblər, oxuduğum İmam Hüseyin əleyhissalamın hərəminin saytını oxuyuram. Məqalan adı budur, Əl-İstiğadə və Təvəssül və Lüculil Məsumin əleyhimussalam. 2016-cı ildə qoyulub məqalə, böyük bir məqalədir. Yahüseyn.com ki var, Zahid İmam Hüseyin əleyhissalam öz saytına aiddir. Oradan oxuyuram. Bir bölüm rivayətlər var, içində neçə rivayətlər saymamışam. Bir bölüm rivayətlər var ki, Həzaratul Məsumin əleyhimussalam, yəni məsumlarımız özləri tövsiyə edirlər ki, bizə istianə elə, bizdən kömək istəyin. Biz demir, özləri deyir, deyəcəm, oxuyacam rivayətləri. Amma hansı ki, hər gün namazda deyir ki, İyyəkə nə'bud və İyyəkə nəstə'in. Yalnız səndən, ibadət edib, yalnız səndən kömək istəyirəm. Bunda necə imam mənə deyir ki, məndən kömək istə, bizdən kömək istəyin. Hə. O ki, dedi, İyyəkə nə'bud, yəni müstəqil olaraq Allah, səndən başqa heç kəs kömək yoxdur. Amma nəstə'inu deyəndə, bəli, mümkündür, başqasına da kömək olar. İstiyanı ola bilər. Əgər onu Allahın höccəti görürsənsə, Allahın bir vasitəsi görürsənsə, heç problem olsun da. Məyər namazla oruc Allahdır? Yox. Hamı ki, namaz bir əməldir, oruc da bir dənə əməldir. Quran deyir, vəstəinu bis sabri və salat. Namazla və orucdan kömək alın, kömək istəyin. Heç bir ağıllı müsəlman deməz ki, namaz və oruc Allahdır. Allah başqa şeydir, onun ibadətləridir. Bir ayədə deyilir ki, Allahdan başqasına kömək olmaz. O burada öz bizə əmr elə ki, namazdan və orucdan kömək alın. Bunda nəuzubillah Allahdır, demək yox. Dediyim kimi, o bir tük xətki var ortada şirklə tohidin arasında, o bundan ibarətdir. Müstəqil baxsan, şərik qoşacaqsan, Allahın vasitəsi kimi baxsan, tohid qazanacaqsan. Ki, Allah ona o şansı verib. İstədiyi vaxt Allah heç nə deyilə bilməz. Necə ki, məsələn, bəzi bəndələrini verdiyin aldı. Bəl'am ibn Ba'ura əleyhimə Quran-ı Kərim deyir ki, biz ona öz yanımızdan elm vermiş. Sonra deyir ki, fəməsəlu kəməsəlil kəlb intəhmil əleyhi yəlhəs əv tətruku yəlhəs. Onun misalı itin misalına bənzədir. Gedərsən yaxından dilini çıxardıb ləhliyər üstə, çəkilərsən yenə ləhliyər, fısıldayar. Hardan hara gəldi? Allah demək, ona qeyb elmi vermişdim, ona lədunni elm vermişdim. Axmaqlıq elə tutum aldım əlindən. Xülasə, deməli, o rivayətlər ki, oxuyacağım, birinci dəstə rivayət mümkün birinə, ikisinə işarə eləyəm. Nədir? Həzrət Məsumin salam əleyhim müxtəlif onların ola bilərdir ki, bizdən kömək istəyin. Məsələn, həmən rivayətlərdən biri Biharul Ənvarda da gəlib, 91-ci 5-ci səhifədə, Təfsir Əyyaşidə də gəlibdir. Məsələn, deyir ki, Qalə Rıza aleyhissalam, İzə nəzələt bikum şiddə, fəstəinu bina aləllah. Əgər sizin üçün bir şiddətli hal yaransa, fəstəinu bina,
Bizdən kömək istəyir. Əlallah, Allaha qarşı, Allah tərəf. Bizdən kömək olun. Yaxşı, imam deyə bilməzdi ki, gedin Allahdan istəyir. Allah hər yerdə görür, hər yerdə eşidir də. Allah imamdan da böyüdür. Niyə dedi Allahdan istəyir? Fəstəinu bina, bizdən kömək alın, əlallah, Allah tərəf. Yox, başqa bir var ki, həmən o məzmunda. İmam Sadiq əleyhissalamdır. Nəhnu səbəb beynəkum və beynəllah. Biz sizin Allah arasında olan səbəb. Hə? Başqa bir rivayətdə deyir ki, Qalə əmirul mümin əleyhissalam, ənə vəsilətu beynə və beynə ümmətihi. Mənəm Allahla bəndələrin Allah arasında olan həmin vəsilə ki, ayəni oxumadım da, yuxarıdakı ötürdüm, keçdi. Və btəqu iləhil vəsilə ayəsi ki var, Allah tərəf vəsilə düzəldir. Neçə dənə hədis gəlib, həmin hədislərdən bir də ki, məsələn budur ki, Həzrət Əmr əleyhissalam buyurur ki, ənə vəsilətu beynə ümmətihi. Mənəm Allahın vəsiləsi insanlarla Peyğəmbərin ümməti arasında. Yaxud da ki, məsələn deyək, cürbəcür dualarda gəlir ki, əntə vəsiləti ilallah, ya Peyğəmbər ki, əntə vəsiləti. Xülasə, yəni vəsilə barəsində olan çoxlu rivayətlər ki, məsələn, həddən artıq rivayətlər çoxdur. Onlar Allaha vəsilələr. Digər bir bölüm. İfza'u ila Rasulillah məsələn bölüm işi ayrıbdır. Yəni Peyğəmbərə sığınmaq, fəza, yəni pənahgah bilib ona sığınmaq. Deyir ki, Ən Abdurrahmanil Qasir qalə, dəxəltu alə Əbi Abdillah fəqultu cuiltu fidak. İnni ixtərə'tu duaən. Bəzən insan axmaq olur. Gedəsən imama desən, mən özümə bir dua düzəltmişəm, görərək xoşun gəlir buna. Bəzən insan şirin axmaqlar da olur, bəzən imamların bağında. Gedir imama deyir ki, ağam, mən bir dua düzəltməyəm, görür, xoşun gəlir mənim duamla. İmam deyir, duayı qatda qoyunca, bəsən bir dua etəcəm. Gör, mən də öyrədim, onu öyrəncilən. İmam edəsən, mən dua düzəltməyəm, xoşun gəlir mənim duamla yeyir. Deyir ki, inni ixtərə'tu duaən. Mən bir dua düzəltmişəm, gör, mənim duamla sənə xoşun gəlir, yeyir. Qalə aleyhissalam, də'ni min ixtiraikə, ya da o ixtirai sağlı özü üçün, özünə vakkat çıxartmacına. İzə nəzələ bikə əmrun fəfzə ilə Rasulillah. Əgər başı dua nə üçündür? Problemləri həll eləmək üçün. Problem çıxsa qabağa, şiddət gəldi, müsibət gəldi qabağa, fəfzə ilə Rasulillah. Get Peyğəmbərin ətəyinə yapış. Demədi, get Allahdan yapış. Fəfzə ilə Rasulillah. Sallallahu aleyhi və səlləm. Qultu, keyfə əsna. Ravi deyir, yaxşı. Peyğəmbərdən necə istəyim, nə eləyim? Qal, təğtəsilu, get qusul ver cinən, hacət qusulu ver. Və tusalli rəkəteyn, 2 rükət namaz qıl. Təstəftihu bihima iftitahəl fərida. Vacib namazda Allah verdiyi başladığın ki, onda o cür namaz başla. Nəysə namazı öyrədir, sonra deyir ki, və dua. İlā ən yəqul. Thumma xuz lihyətəkə biyədikəl yusra və vəbki əv təbaki. Namazı qılıb qarandan sonra ki, artıq ağlamışsan ya özü ağlamışda vurmuşsan, sol əli ilə belə saqqalı tut, əli də belə-belə elə. Və belə demə. Denən ki, fırlattım telefonu, getdi o tərəf. Ya Muhammed, ya Resulallah, əşku ilallah və iləykə hacəti və ilə əhli beytikə ər-raşidin hacəti və bikum ətəvəccəh ilallah fi hacəti. Demin Allahdan istə. Deyir ki, denən ya Muhammed, ya Resulallah, əşku ilallah və iləykə hacəti. Mümkündür bir yer ki, dedi, əşku ilallah deyir, yox, hədisin dalında deyir, və iləykə hacəti. Həm Allaha şikayət eləyirəm problemi, həm də sənə. Desəydi ki, sənin vasitənlə Allaha şikayət eləyirəm, onda yeri var idi. Deməli, onda Peyğəmbərə hacət demək, hacətini istəmək, imamın göstərir. İmamı, əslən o kişiyə dedi ki, doy öz cibə qoyma, bizim ehtiyacımız yoxdur ona. Ged o ixtira qatda özü üstü saxlayacaq. Mən nə öyrədəm, onunla gedəcək. Haçan qabağa o problem çıxsa, ged qusul ver, hacət qusul ver, hacət namazı qıl, ondan sonra saqqalı tut belə, dedin, ya Muhammed, əşku ilallah və iləyk. Allaha və sənə şikayət eləyirəm.
Yoxsa onda niyə görə mən işçiyə qardaşımı ittiham eləyim ki, gedəndə İmam Hüseynin hacət istəyəndə deyim ki, özdə dalcan bu deyir, tək sənə də yox. Və ilə əhl-i beytik. Və hacətimi sən əhl-i beytə deyirəm. Allah'a deyəndən sonra Peyğəmbərə əhl-i beytinə də deyir. Əgər şirk olsaydı onda nə olsun billah, İmam Sadiq Əleyhisselam bizi şirk öyrədi, gedək İmam deyim, ya İmam Hüseyin dərdim götürüb sənin qapıya gəlmişəm. Onda hacət görüb getəndə İmam Hüseyin qapısında onda müşrik olmuşam. Gəlin deyirəm, artıq mənim vəhabilərlə işim yoxdur. Ben öz aramızda danışıram. Başqa yenə də başqa rivayətlərdə gəlib ki, deyir ki, Ən-Nəbi Əleyhisselam qal, şiarul Hüseyin Əleyhisselam ya Muhammed və şiarunu ya Muhammed. İmam Sadiq Əleyhisselam buyurur ki, cəddi İmam Hüseyin Əleyhisselam ki, Tohidun qəhrəmanı idi. Sən İmam Hüseyin Əleyhisselamda tohid qalmaz yer üzündə. Cəddim İmam Hüseyin Əleyhisselamın şuarı ya Muhammed. Bizim də şuarımız ya Muhammed. Biz ya Muhammed deyib çağırırıq. Çoxlu rivayətlər oxuyacağım inşallah gələn dərsdə. İmam Sadiq Əleyhisselam buyurur ki, cəddi İmam Hüseyin Əleyhisselam şuarı ya Muhammed idi. Dedi ya Allah deyərdi də. Niyə ya Muhammed çağırsın? Və şuarına ya Muhammed. Kafidə 5-ci il 47-ci səhifə. Deyir ki, şuarul Hüseyin Əleyhisselam ya Muhammed və şuarına ya Muhammed. Biz də cəddi İmam Hüseyin ya Muhammed deyirik. Yaxud üzvüklərinə ya Allah, ya Muhammed, ya Ali yazmır. Hansı ki bizim müşrik görürlər. Siz yerdən duranda məsələn deyək, niyə ya Allah, ya Muhammed, ya Ali deyirik? Ya Allah dedim, bəsdir. İbrahim ibn Məhziyardan da rivayət. İbrahim ibn Məhziyar, Əli ibn Məhziyarın zahirən qardaşıdır. Əli ibn Məhziyarda İmam Cavad və İmam Hadi, İmam Həsən Əskəri İslam zahirən sahabələr, yəni çox mötəbər bir dənə ailədirlər. Salamullahi aleyhim. Yevmə vulidu və yevmə sürüşhidu. Çox böyük ailədirlər və çox mötəbər bir şərəfli ailələr. İbn Məhziyar ailəsi. Həmən onlardan biridir İbrahim ibn Məhziyar, zahirən Əlinin qardaşıdır ki, Əlidə çox etibarlı şəxsdir. Nəysə. Deyir ki, Abdullah ibn Cəfər el-Himyəri, o da mötəbər şəxslərdəndir. Deyir ki, İbrahim ibn Məhziyar deyir ki, o mənə belə dedi. Dedi ki, uzun bir hədisin bir hissəsində, qultu, ənə İbrahim ibn Məhziyar. Dedim, mən ona dedim ki, yəni o Himyəri dedim ki, mən İbrahim ibn Məhziyar, zahirən Əlinin qardaşı. Fəanəqəni məliyyən thümmə qal, mərhəbən bik, ya Əba İshaq. Adım mümkün tanımışdı, sifətdən tanımırdı. YouTube-da görsün, televizorda görsün. Eşidirmiş, məsələn, filan məmləkətdə filan bəhk edən kişilər var ki, orada yəni, əhl-i beyt aşiqlərdirlər. Amma sifətdən tanımırdı. Elə ki, özüm tanışdı ki, mən İbrahim ibn Məhziyaram. Bu boynumu qucaqladı, o özündən bu özünü öpdü. Və mənə qayıt dedi ki, mərhəbən bikə ya Əba İshaq. Oğlun adı İshaqmış. Ya Əba İshaq, sən xoş gördündən tərsə, ma fəəltə bil əlamə. Əlamətlə neynədir? Əlləti vəşəcət beynəkə və beynə Əbi Muhammed aleyhissalam. Hansı ki, İmam Həsən Əskəri sənin aranda bir əlamət idi. O əlaməti neynədin? Buna hardansa çatmışmış ki, İbrahim ibn Məhziyarla kimin arasında? İmam Həsən Əskəri arasında bir əlamət vardı. Fəqultu, ləəlləkə turidul xatəm əlləzi āthərəniyəllah bihi minət-tayyib Əbi Muhammedin Həsən ibn Aliyin aleyhissalam. Belə başa düşürəm sözündən Əbu Muhammed, yəni İmam Həsən Əskəri aleyhissalam ki, digərlər üçün tayyib, pak Allahın gözəl bəndəsi, digər səhabələr içindən āthərəni, məni digərindən fərqləndirdi, onu mənə əta elədi, onu demək istəyirsən? Fəqalə, ma ərəttu sivah, dedim, bəli, ondan başqası istəmirəm. Bunların nə xəbər çatmışmış Himyəriyə ki, İmam Həsən Əskəri çox nəzər dəyərli bir əşyası varmış. Ta ki, 100 dənə sahabəsindən seçim kimə verib, İbrahim ibn Məhziyara verib həmən o əşyasını. Fəəxrəctuhu iləy. Torbamdan indi hardansa çıxartdım, həmən o üzüyü göstərdim. Fələmma nazara iləhi istəbərə və qəbbələ. Elə ki, o üzüyü gördü, gözləri yaşına başladı ağlamağa, başladı öpməyə, gözünə sürtməyə. Və qəbbələ. Sümmə kitabətəhu. Sümmə qərə kitabətəhu. Yox, qəbbələ, gözünə sürtü yoxdur. Öpdü. Ağladı və öpdü. Sümmə qərə kitabətəhu. Sonra deyir ki, aldı əlinə üstündəki sözü oxudu. Həmən üzüyü ki, İmam Həsən Əskəri aleyhissalam vermişdi İbrahim Məhziyara, xatəmindir ki, o üzüyün qaşına bu yazılmışdı. Ya Allah, ya Muhammed, ya Ali. Yaxşı, ya Allah yazardı da, yox, böyründə yazdırır.
İmam əleyhissalam bir üzük hədiyyə edir, bütün sahabələrindən bir nəfər deyir ki, afərən, yəni başqalarının üstün tutdu məni. Həmən üzüyün qarşısında ya Allah, ya Muhammed, ya Ali yazılmışdı. Bunda imamlar nəuzullah bizi şirk öyrədirlər ki, ya Ali deyin, şirk eləyin. Xülasə bunlar hamısı şübhələrdir ki, bəzi insanlar zəhnət olur. Hədislərin dalı çoxdur. Həddən artıq çox hədislər vardır ki, mümkün gələn hədislərdə, gələn cəlsədə oxuyaq. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.